Salamlar, hər birinizi xoş gördük. Bugün sizlə bir yerdə MHM Tədris Mərkəzinin yeni nəşr olunmuş 2025-ci il 7-ci nəşr riyaziyyat məsələləri, ibtidai riyaziyyat MİQ və sertifikasiya hazırlığı üçün riyaziyyat məsələləri test toplusundan tapşırıqların izahlarına baxırıq. Bugün çalışacağım sizlə bir yerdə ədəd məsələləri mövzusundan qalıqlı bölmə, bölünən, bölən qismət mövzusunun tapşırıqların hamısının izahına baxaq. Dərsə başlamazdan öncə, ilk öncə vurğulamaq istədiyim bir şey var. Deməli, qalıqlı bölmədə bizdə bölünən, bölünsün, bölən, bərabərdir, nəticədə alınır, natamam qismət və qalıqda qalır. Əgər biz buradan bölünəni tapmaq istəyiriksə, o zaman yazacağıq bölünən bərabərdir, bölən, karandaşım nazikdir, yaza bilmirəm, vurulsun, natamam qismət, NG yazıram, üstə gələk, qalıq. Deməli, bölünəni tapmaq istəyiriksə, bölənlə natamam qisməti bir-birinə vurmalıyıq və qalıq həmişə üstə gəlinir, qalığı da üstünə gəlməli. İndi buranı təmizləyim, buna uyğun yazaq. Bayaqdan danışıram, başlatmamışammış. Bu hansıdır? Heç nə, 141-dən təzədən başlayırıq. Bunu necəsə xatırlamağın bir yolu olmalıdır. Vaxt getməsin deyə istəyirəm ki, belə eləyim. Ya sürəti təmizləmənin bir yolu olmalıdır. Ya da hər dəfə başlamağa bir yolu olmalıdır. Deməli, mövzunun izahını vermişdim, 141-dən başlayırdım. Deməli, bir daha baxırıq. Deməli, deyir ki, bölünəni 15-ə bölüblər, natamam qismətdə alınıb 22 və qalıq da alınıb M. Deyir ki, B ədədi ən çox neçə ola bilər? Bizdən B-nin qiymətini soruşur. Biz dedik ki, bölünəni tapmaq üçün böləni vururuq natamam qismətə və qalığı həmişə üstünə gəlir. Əlavə 2 dənə qayda deyirəm. Nəsə oldu? Əlim dəydi. Bir dəqiqə. Əlavə 2 dənə qayda deyirəm. Bu hansı qaydalardır? Deməli, bölünən, bölünsün, bölən, bərabərdir, natamam qismət və qalıq. Bölən, yəni bu bölən, həmişə qalıqdan böyük olmalıdır və yaxud da qalıq həmişə böləndən kiçik olmalıdır. Bölən əgər bir ədədi 5-ə bölürüksə, burada alınan qalıqlar 4, 3, 2, 1-dir. 10-a bölürüksə 9, 8, 7, 6, 5, 4, 3, 2, 1-dir. İndi biz də baxırıq ki, ədəd nəyə bölünür? 15-ə bölünür. Deməli, qalıq nə olacaq? 15-dən kiçiklər. Bizə deyir ki, B ədədi ən çox olmalıdır. B-nin ən çox olması üçün M ən çox olmalıdır. Yəni, nə ola bilər? 14. O zaman 15 vurulsun 22 üstə gələ 14 bizə verir 344, yəni E variantı. O zaman B-nin ən çox neçə ola bilər? 344 ola bilər. Sonra baxırıq 142-yə. Deyir 7-yə bölmədə alına bilən qalıqların cəmi. Bir ədəd 7-yə bölünür. Bizdən qalıqların cəmi soruşur. 7-yə böləndə qalıq nə ola bilər? 7-dən kiçiklər. 6, 5, 4, 3, 2, 1. Hər dəfə qorxumdan yoxlayacağım indi. Dünən də izah eləmişdim yuvaraqlaşdırmanı. Düzdür, günlər öncə paylaşacağım bunu. Sonra. Siz öncə izləmişsiniz. Nəysə, qarşıladım. Bunların cəmi də verir 21. Dünən də neçə dənəsində belə olmuşdu? 2 dəfə belə olmuşdu deyəsən. Qalıqların cəmi nəyə bərabərdir? 21-ə bərabərdir. Deməli, ədədim B-dir. Deyir ki, bu ədədi deyir 13-ə bölürəm. 13. Natamam qismət deyir 5 alınır. Qalıq bilmirik. Qalıq elə G yazıram. Qalıq yoxdur. Bölünənin ala biləcəyi ən böyük qiymət. Buradan bölünəni tapmaq üçün 13-ü vururuq 5-ə, yəni böləni vururuq natamam qismətə və qalığı həmişə üstünə gəlir. Və qalığı üstünə gələndə demişdir ki, qalıq nə olmalıydı? Böləndən kiçik olmalıdır. Yəni qalıq 13-dən kiçik olmalıdır. Biz bölünənin ən böyük qiymətini almaq istəyiriksə, qalığın yerinə ən böyük qiymət qoymalıyıq. Yəni 12. 13 vurulsun 5. 13 vurulsun 5 üstə gəlir 12. 65-in üstünə 12 cavab olur 77.
Baxırıq 144-cü suala. Bölmə məndə qalıqla atamın qismət. Bu ədədi bölmək lazımdır. Adi bölmədir. Deməli 7, 7, 7, 7, 7, 77.777-ni bölmək lazımdır 111-ə. Birinci bura qədər hissəni bölürəm. 777-ni bölürəm 111-ə. 777-də 111 7 dəfədir. Çıxıram 777. Qalır 0. Bu 0 qaldı. Sonra bura bu 7-ni gətirirəm. Bura bu 7-ni gətirirəm. 7-də 111 yoxdur. Yazıram 0 dəfə. Ondan sonra bir də cəhd eləyirəm. Ondan sonra da bu birisi 7-ni gətirirəm. Gətirirəm yanına 7. 77-də 111 yenə yoxdur. Yazıram 0. Üstü bitdi. Deməli, 77.777-ni 111-ə böləndə qalır natamam qismət 700, qalıq 77. Bizə deyir ki, natamam qismətlə qalığın cəmi 700 ilə 77-nin cəmi verir 777. 313-ə bölünməsindən alınan qismətin ən kiçik qiyməti üçün təmizləyir. Deməli, bu ədədi bölürük, yazaq. 313, 2 dənə 0. 313 bölürəm 313-ə. Birinci götürürəm bu 313-ü. 313-də 313 bir dəfədir. Çıxıram 313, qalır 0. Deməli, zaten 0-dır qoyuram bura. Bu da zaten 0-dır qoyuram bura. Buraları pozum ki, qarışmasın bizdə. Deməli, birinci 3-ü gətirirəm. Yazıram 3. 3-də 313 yoxdur. Yazıram 0. Sonra yanına 1-i gətirirəm. 31-də 313 yoxdur. Yazıram 0. Ondan sonra 3-ü gətirirəm. 313-də 313 var. O da 1. Deməli, çıxıram 313, qalır 0. Bizə deyir ki, 10.001-dir də, düzdür. Deməli, ədədim 10.001-dir. Böləndə aldı məndə 10.001. İndi deyir ki, bu 10.001-in 10.001. Ən kiçik 6 rəqəmli ədədlə ən kiçik 6 rəqəmli ədəd hansıdır? 100.000-dir. Müxtəlif falan demir də, elə 100.000. Çıxanda bizə deyir fərqi deyir neçədir? Fərqi 1-dir, yəni S variantı. 146-cı sual. Bölünən 267. Bölünən 267. 267-ni nəyəsə bölüblər. Natamam qismətdə alıblar 12 və qalıqda alıblar 15. Alıblar 15. Yenə bölünəni tapmaq üçün bölənlə natamam qismət vurulmalıdır. 12 vurulsun x ya da x vuraq 12 fərq eləmir. Üstə gələ 15. Bu tənlikdir. Deməli 12 vuraq x qalır. Bərabərdir. 15 keçir 267-nin yanına. Olur 267 çıxılsın 15. Müsbətdirsə keçəndə bərabərdən o tərəfə sola sağa fərq eləmir. Müsbət mənfi olur, müsbət olur. Yəni bu üstə gəlir 15, keçir o tərəfə olur, çıxaq 15. Olur yenə 12 vurulsun x bərabərdir. 267-dən 15 çıxanda verir 252. X-i tapmaq üçün də 252-ni bölməliyəm 12-yə. O da qalır 21. Bizdən böləni soruşurdu, bölən 21. Bölən burada x-dır. Mən də x-i tapdım 21 kimi. Deməli, burada. Buranı təmizləyək. 147-ci suala baxaq. 147 qəşəng sualdır. Videom gedirmi? Gedir. Deməli, 147-yə baxırıq da. Deməli, 6-ya böldükdə, deməli, mənim nəsə bir ədədim var. Bunu 6-ya bölüblər. Natamam qismətdə də, qalıqda da eyni alınıb. Yəni, natamam qismətdə də x alınıb, qalıqda da x alınıb. X-la ifadə edir. İndi böləni tapmaq üçün, böləni natamam qismətə vurub, üstünə də qalıq gəlirik. Baxın, 6x-dan x-i toplayanda neçə x verir? 7x. Deməli, bölən 7x-ə bərabərdir. Bu deməkdir ki, 7-ni nəyəsə vuranda bölən alınır. Yəni, bölən elə özü 7-yə bölünür də, düzdür, bu o deməkdir. Bir daha deyirəm. Baxırıq ki, 7-ni nəyəsə x-a vuranda bölünən alınır. Deməli, bölünən özü 7-yə bölünür. Ola bilər, çaşıb səhvən bölən deyərəm, bölünən özü 7-yə bölünür. İndi biz 7 də yaza bilərsiniz, yerinə qiymət də qoya bilərsiniz. Qiymət qoyub yoxlamağa tövsiyə edirəm. Bu 7x-dir, düzdür.
7x-dir. Deməli, bölən bərabərdir. Bir dəfə x-in yerinə 1 qoyaram, olar 7. Bir dəfə x-in yerinə 2 qoyaram, olar 14. Bir dəfə x-in yerinə 3 qoyaram, olar 21. Sonra bir dəfə 7-ni 4-ə vururam, 28. Bir dəfə 7-ni 5-ə vururam, olur 35. Lakin yerinə 6 qoya bilmirəm. Niyə? X-in yerinə 6 qoysam, qalıq 6 qala bilməz. Bizdəki qalıq, bax, bizdəki qalıq, x qalığı, buradakı x qalığı mütləq 6-dan kiçik olmalıdır. 6, qalıq 6-dan kiçik olmalıdır. Ona görə biz 5-ə qədər qiymət qoya bilirik. Deməli, x-in yerinə nə qoyduq? Oş, niyə pozdum? Hə, 1, 2, 3, 4, 5 qoya bilirik. Burada deməli 1 qoya bilirik, 2 qoya bilirik, 3 qoya bilirik, 4 qoya bilirik və 5 qoya bilirik. İndi bizə deyir ki, eyni olan ədədlərin cəmi neçədir? Ədədlərdə deməli nə aldıq? Həmin ədədlər 7-dir ki, böləndə qalıqla natamam qismətlə qalıq eyni olur. Məsələn, gəlin 6-ya bölək yoxlayaq. Bax, 7-ni 6-ya böləndə 1 qalıq 1. 14-ü 6-ya böləndə 2 qalıq 2. 21-i 6-ya böləndə 3 qalıq 3 qalır. 28-i 6-ya böləndə 4 qalıq 4 qalır. 35-i 6-ya böləndə 5 qalıq 5 qalır. İndi nə edirik? 7-nin üstünə 14 gəlirik 21, üstünə 21 gəlirik 42, üstünə 28 gəlirik 70, üstünə də 35 gəlirik verir 105. Deməli, həmin alına biləcək ədədlərin cəmi nəyə bərabərdir? 105-ə bərabərdir. Təmizləyim. Sonra baxaq. Deməli, deyir ki, ABC ədədi ABC 0 ABC ədədini bölürük ABC-yə. ABC-yə. Birinci baxırıq ABC-yə. ABC-də ABC ABC yadıma düşdü. ABC-də ABC bir dəfədir. Sıxıram ABC qalır 0. Sonra yanına 0 gətirməkdənsə elə bura qoyuram 0-ı. Ondan sonra yanına A gətirirəm. A-da ABC yoxdur. Yanına B gətirirəm. B-də ABC yoxdur. C gətirirəm. ABC-də bayaq AB-də yox idi. İndi ABC-də ABC var 1. Olur 10.001. Deməli belə bir şey olur. Qalıq da qalmır da. Çıxıram ABC qalır 0. Deməli burada böləndə qismətdə 10.001 qalır. 10.001. Qalıqda da 0 qalır. Bizə deyir ki, qismətlə qalığın cəmini tap. O da elə verəcək 10.001, yəni C variantı. Natamam qalıq 0 olduğu üçün natamam qismət demədim də, qalıq dedim. İndi bizdə 61-ə qədər böldükdə, 61-ə böldükdə biz dedik ki, 61-ə bölürüksə, nəyə bölürüksə, burada alına biləcək qalıqlar 1-dən 61-ə qədər, yəni 60 da daxil olmaqdadır. İndi 1-dən 60-a qədər ədədlərin cəmini bizdən istəyir. Bunun üçün konkret bizim düsturumuz var. Yazırıq. Deməli, 1 üstə gələk. Birinci və sonuncu ədədlər, belə deyəkdən. Bu ədədi silsilədə var. A1 üstə gələk A-in. Yəni, birinci və sonuncu ədədi toplayırıq. 60 dənə ədəddir də bu düzdür. 1-dən 60-a qədər 60 dənə ədəd. Birinci ilə 60-cı ədəd toplayırıq. Bölürük 2-yə, vururuq sayını. Yəni, 1-dən 60-a qədər ədədləri toplamaq istəyiriksə, birinci ədədlə sonuncu ədədi toplayırıq, bölürük 2-yə, vururuq sayıya. 1-dən 60-a qədər neçə dənə ədəd var? 60 dənə ədəd var. İndi 1 ilə 60-ı toplayırıq, 61, bölürük 2-yə, vururuq 60-a. Burada da öyrənmişik ki, 60-ı 2-yə bölə bilərik 1 baş, verir 30. 30 və 61-i də 30-a vuranda bizdə verir 1830, yəni D variantı. Buranı təmizləyək. Ümid edirəm ki, video gedir. Deməli, baxırıq 150-ci suala. Ədədi 10-a böldükdə alınan natamam qisməti alına biləcək ən böyük qalıqdan 2 dəfə azdır. Bu ədəd ən az neçə ola bilər? Deməli, bir dənə ədədim var. Mən bundan sonra A yazacağım. B yazmaq mənim üçün çətindir. 10-a böldükdə alına biləcək
bərabərdir. Deyir, alınan natamam qismət, bir də qalıq. Alınan natamam qismət, alına biləcək ən böyük qalıqdan. Ədədi 10-a böldükdə ən böyük qalıq nə qala bilər? 9-dan 2 vahid azdır. 2 vahid azdır. Çıxıram 2, qalır 7. Deməli, natamam qismətim 7-dir. Bir daha deyirəm. Deyir, natamam qismət, alına biləcək ən böyük qalıqdan, yəni 9-dan 2 vahid azdır. Qalır 7. Bizə deyir ki, bu ədəd ən az neçə ola bilər? Baxaq. Deməli, qalığımız da hələ bilmirik nədir. Qalıq o qalıq dövrə. Qalığımız hələ bilmirik nədir. A-nı tapmaq istəyiriksə, böləni vurmalıyıq natamam qismətə və qalığa da üstünə gəlməliyik. Ədəd ən az neçə ola bilər? A ədədinin ən kiçik olmağını istəyiriksə, qalığı ən kiçik qoymalıyıq. Yəni 1. O zaman A bərabər olur. Bərabər olur 71, yəni A variantı. Davam edirəm 151-ci sualla. Ədədi 6-ya böldükdə, ədədimiz olsun A. Bunu 6-ya bölmüşük. Alınan deyir natamam qismət. Natamam qismət alınır. Bir də qalığımız da nəsə alınır. Alınan natamam qismət alına biləcək ən kiçik qalıqdan. Bir ədəd nəyə bölürsə, alına biləcək ən kiçik qalıq 1-dir. Bundan deyir 3 vahid çoxdur. Yəni 4. Deməli, natamam qismətim nəyə bərabərdir? 4-ə bərabərdir. Və qalığım da yoxdur. Qalığım x-dir. Bu sadəcə tapmaq üçün deyir bu cümlə. Bu ədəd deyir ən çox neçə ola bilər? 6-ya böldükdə, bir ədədi 6-ya bölürsə, burada alınacaq ən qalıq ən çox neçə ola bilər? 5 ola bilər də, düzdür. Deməli, A-nı tapmaq istəyirsə, böləni vururuq natamam qismətə, qalığı da gəlir üstünə, olur 29, yəni E variantı. Natamam qismətlə qalığın fərqini. Deməli, bu ədədə bölmək lazımdır. 21, 0. 210.000, 215 ədədini bölməliyik 21-ə. 21-də 21 bir dəfədir. Çıxıram 21, qalır 0. Burada qalan 0-ı yazıram bura. Sonra 2-ni gətirirəm. 2-də 21 yoxdur. 1-i gətirirəm. 21-də 21 bir dəfədir. Çıxıram 21, qalır 0. Sonra 5-i gətirirəm. 5-də 21 yoxdur. Bu mütləq sondakı o yoxdur sıfırını qoyun ha ora yaxşı. Cavab səhv alır. Deməli, natamam qismətim 10.000 10-dur və qalığım da 5-dir. Bizə də deyir ki, bunların deyir cəmini deyir tap. 10.000 10-la yox. Deyir ki, natamam qismətlə qalığın fərqi. Çıxırıq, verir 10.000 5. Fərqini deyir göstərən ədədin rəqəmləri cəmi. 10.005-in rəqəmləri cəmi bizə nə verir? Bəli, 6 verir. 1, 0, 0, 0, 5-i cəmləyir. Deməli, baxırıq 153-cü suala. 11-ə böldükdə qalığı və qisməti eyni olmalıdır. Yine eyni qayda. A ədədini 11-ə bölürlər. Natamam qismət də eyni olur, qalığı da eyni olur. A ədədini tapmaq istəyiriksə, bölənlə natamam qisməti vururuq və üstünə də qalığı gəlir, x-i gəlir. 11x-in üstünə 1x gələndə verir 12x. Mən burada qalığı və qisməti eyni olan 3 rəqəmli ədədlərin cəmini bizdən soruşur. Deməli, buradakı A ədədi nəyə bərabərdir? 12 vuraq x-ə bərabərdir. Mən x-in yerinə və burada bir də əlavə bir dənə də şərt var idi. Nə idi o şərt? Dedi ki, o şərt o idi ki, 11 x-dan böyük olmalıdır. 11 x-dan böyük olmalıdır. Yəni, qalıq kiçik olmalıdır böləndən. 11-dən kiçik olmalıdır. Deməli, biz x-in yerinə 1-dən 10-a qədər qiymətlər qoya bilərik. Başqa qoya bilmərik. Ona görə x-in yerinə 1 qoyaram, amma 3 rəqəmli olmayacaq. X-in yerinə 2 qoysam, 12 vuraq 2, 3 rəqəmli olmayacaq. Yazaq biz bunu. 12 vuraq 1, 12 vuraq 2, vuraq 3, vuraq 4, 5, 6, 7, 8. 12 vuraq 1, 12 olur, olmaz. 12 vuraq 2, 24 olur, olmaz. 12 vuraq 3, 36 olur, olmaz. 12 vuraq 4, 48 olur, olmaz. Bizə 3 rəqəmdir sözlərində. 12 vuraq 5, 60 da olmaz. 12 vuraq 6, 72 də olmaz. 12 vuraq 7, 84 də olmaz. 12 vuraq 8, 96 da olmaz. Deməli, 12 vuraq 9, 12 vuraq 10, 12 vuraq 11 uje yaza bilməzdik. Çünki 11-dən kiçik olmalıdır. Şərtlər yazmışdıq. 12-ni 9-a vururam, verir 108.
12-ni 10-a vururam, verir 120. Deməli, bizdə sadəcə 3 rəqəmli 2 dənə var. 108 və 120. Toplayanda da nə verir? Verir 228, yəni C variantı. Təmizləyim, 154-dən davam edir. Deməli, baxırıq 154-cü suala. 10-dan 50-yə kimi 7-yə böldükdə qalıqda və qismətdə eyni ədəd alınmalıdır. Deməli, bir dənə ədədim var. Bunu 7-yə böləndə natamam qismətdə də qalıqda da eyni şey alınır. Yazırdıq, böləni vururduq natamam qismətə və qalığı gəlirdi üstünə. O zaman verir 8x, 7x ilə x-i toplayanda 8x. Bizə deyir ki, qalıqda və qismətdə eyni ədəd alınan bütün ədədlərin cəmi alına biləcək 10-dan 50-yə kimi. Və əlavə şərt yazdırdıq ki, qalıq 7-dən böləndən kiçik olmalıdır. Qalıq deməli 7-dən kiçik olmalıdır, böləndən kiçik olmalıdır. Yəni biz sadəcə x-in yerinə 1-i, 2-ni, 3-ü, 4-ü, 5-i və 6-nı qoya bilərik. İndi 8-i 1-ə vuranda olur 8, amma 10 ilə 50 arasına düşmür. Bu olmaz. 8-i 2-yə vuranda olur 16, düşür. 8-i 3-ə vuranda 24, bu da aralığa düşür. 10 ilə 50 arasında. 8-i 4-ə vuranda 32, o da aralığa düşür. 8-i 5-ə vuranda 40, bu da 10 ilə 50 arasına düşür. 8-i 6-ya vuranda 48, bu da 10 ilə 50 arasına düşür. İndi həmin ədədlərin bizdən bütün ədədlərin cəmini soruşur. 16 ilə 24-ü toplayıram 40, üstünə 32 gəlirəm 72, üstünə 48 gəlirəm 120, üstünə də 40 gəlirəm verir 160. Cavab olur 160. Baxırıq 155-ci suala. 70-ə bölsək qalıqda 26 alınır. Bu ədədi 7-yə bölsək qalıqda neçə alınır? Bu tipli suallara baxaq. Bunların hər birində əgər bölən bölənə bölünürsə, qalığa bölməmiz yetərlidir. Bu nə deməkdir? Deməli, bizə bir A ədədi verilib. Bu A ədədini 70-ə böləndə cavabda nə alınır, alınsın. Cavabda nə alınır, alınsın. Qalıq 26-dır. Deyir, həmən ədədi 7-yə böləndə yenə cavabda nə alınır, alınsın. Bizdən qalığı soruşur. Əgər bir eyni ədədin bölündüyü bölənlər bölənə bölünürsə, yəni 77-yə bölünürsə, bizim qalığı da bölüb yoxlamağımız lazımdır. Yəni sadəcə 26-nı yeni bölənə bölməyimiz yetərlidir. Bayaq qalan qalığı yeni bölənə bölürük. Düşür 3 dəfə 21 və qalıq da qalır 5. Deməli, bu ədədi A ədədini 7-yə böləndə cavab nə alınır, alınsın? Qalıq 5 alınacaq. 80-ə böldükdə buna baxaq. Deməli, A ədədini 80-ə bölür. Cavab nə alınır, alınsın? Qalıq 36-dır. Həmin ədədi 10-a bölsək. Mən baxıb diqqət edirəm ki, bayaq 80-ə bölünən 10 ədəd təbii ki, 10-a da bölünəcək. Çünki 80 özü 10-a bölünür. Deməli, mənim qalıq 36-mı yeni bölənə bölməyim yetərlidir. Yəni 36-nı bölürəm 10-a, düşür 3 dəfə, qalıq da olur 6. Deməli, qalıq oldu 6. 157-ci sualdan davam edirik. Natamam qismət 10, qalıq 8 olarsa bölünən ən az neçə ola bilər deyir bizə. Deməli, bizim bir ədədimizi nəyəsə bölüblər. Burada natamam qismət 10 alınıb, qalıq 8 alınıb. Biz bilirik ki, həmişə bölən 8-dən böyükdür. Yəni 9-dan gedir sonsuzluğa qədər. Bizə deyir, bölünən ən az neçə ola bilər? Bölünənin ən az olması üçün bölünən az olmalıdır. Bölən az olmalıdır. Yəni 9. O zaman A bərabər olur. 9 vuraq 10 üstə gəlir 8. Deməli, bunun ən kiçik qiyməti 98-dir. Baxırıq 158-ci suala. Ədədi 21-ə bölsək qalıqda 7 qalır. Deməli, bir ədədim var. Bunu 21-ə bölürük. Natamam qismətdə neçə alınır? Tutaq ki, nəsə alınır və qalıqda da 16 alınır. Həmin ədədi 1-ə bölsək qismətləri necə dəyişər? Tutaq ki, natamam qismətdə alınıb 1. O zaman A bərabərdir 21 vuraq 1 üstə gəlir 6 bərabərdir olur 27. Deməli, A 27 imiş. Həmən 27-ni bölək 7-yə. 27-də 7 3 dəfədir və qalıq da qalır. Qalıq da qalır 6. Mən nə səhv elədim?
Hə, səhv elədim. Niyə? Çünki 16-da axı qalığımız. 16-dır deyə burada üstünə 16 gəlmək lazımdır. Toplayanda 16 gələndə olur 37. 37-ni də 7-yə bölürük. 5-i 7-yə 35. Qalıq da qalır 2. Deməli, qalığım əvvəl nə idi? 1 idi. İndi nə oldu? 5 oldu. Qismət necə dəyişər? Mən yenə nə səhv eləyirəm? 21-ə bölsək, qalıqda 16 alınır. Bu ədədi 7-yə bölsək, qismət necə dəyişir? Əvvəl 1 idi, tutaq ki, 21 vur 1 üstə gələ 16 bizə verir. Düz yazıram da 37. 37-ni 7-yə böləndə 35 qalıq ki. Deyir, qismət necə dəyişir? 1 idi, oldu 5. 158 də E variantıdır. Mən elə almamışdım əvvəl, xatırlayıram. Keçən belə almamışdım. Əslində 156 keçən, yəni yarımçıq dayandırmışdım da videonu. 156-dan ayrıca 157, 158 izah edib təzə videoda buna başlayacaqdım. Amma nəsə saxlatmamışam, deyim. Heç nə 3 dəfə ki Deməli, əvvəl 5 idi. 5 idi. 1 idi, oldu 5. Deməli, əvvəl 1 idi. 3 dəfə 2 vaydardır, alınır 5. Heç nə variant cavab. Nəsə variant mənə gülməli gəldi. Deməli, davam edirik. 159-cu sualdan 7-yə böldükdə qalığa və qismətə eyni olan ədəd. Bunu nə qədər yazmışdıq? Deməli, 7-yə böldükdə qalığı və natamam qismətə eyni olan ədəd. A ədədini tapmaq üçün bölənlə natamam qisməti vururuq bir-birinə və üstünə də qalığı gəlir. Üstə gəlir x bərabərdir, verir 8x. Əlavə olaraq şərt qoymalıyıq. Bölən həmişə qalıqdan böyükdür ya da qalıq böləndən kiçikdir. Deməli, x-in yerinə 7-dən kiçik qiymət qoymalıyıq. 8x, x-in yerinə 1 qoya bilərik, 2 qoya bilərik, 3 qoya bilərik, 4 qoya bilərik, 5 qoya bilərik, 6 qoya bilərik, 7 qoya bilməliyik. Çünki qalıq x-ımız böləndən kiçik olmalıdır. İndi deyir ki, qisməti eyni olan ən böyük ədəd neçədir? Ən böyük ədəd 8 vuraq 6-dır, yəni 48. Buranı təmizləyək. Baxaq 160-cı sual. Deməli, 160-cı sualda ədədi 12-yə bölsək natamam qismətdə bir qalıqda 10 alınır. Deməli, mənim bir dənə ədədim var. Bunu 12-yə böləndə natamam qismətdə bir qalıqda 10 alınır. İndi deyir ki, bu ədəd 4-ə bölsək natamam qismətin alacağı ifadəni tap. Birinci A-nı tapmaq lazımdır. 12-ni vururam belə, B-yə, olur 12B, üstə gəlir 10. Bu ifadəni bölürəm 4-ə. 4-ə belə. Birinci 12B-ni götürürəm. 12B-ni 4-ə böləndə bizə verir 3B. 3B-ni 4-ə vururam, olur 12B, qalır 0. Sonra 10-u gətirirəm. Siz bunu bir ədəd kimi, cəm kimi düşünün də. Onda 4 2 dəfədir, olur 2, toplamadır deyə. Bax, burada toplamadır deyə, bu da toplamadır. Onu da 4-ə böləndə 2 dəfə düşür 8, qalıq qalır 2. Deməli, natamam qismət olur 3B plus 2, qalıq da olur 2. Bizə deyir natamam qismətin alacağı qiyməti ifadə olaraq necə olar? Alacağı ifadə 3B üstə gələ 2. 161-ci sual. Ədədi 20-yə bölsək natamam qismətdə B, yenə eyni qayda. Ədədi 20-yə bölsək natamam qismətdə B, qalıqda 17 alınır. Bura plus yazmamalıydım, qalıq 17-dir. Əgər mən A ədədini tapmaq istəyirəmsə, böləni B-yə vurmalıyam. 20-ni vururam natamam qismət, üstə gəlir 17. İndi deyir ki, bu ədədi deyir 5-ə bölsək nə baş verər? Birinci 20B-ni bölürəm 5-ə. 20B-də 5, 4B qədərdir. Vuranda çıxılır 20B, qalır 0. Sonra 17-ni gətirirəm. 17-də 5 3 dəfə üstə gələk yazılmalıdır. Çünki üstə gələk. O da 15, qalır 2. Bizə deyir natamam qismətlərin alacağı ifadə 4B üstə gələk 3, yəni B variantı.
Deməli, ədədi B-yə bölsək, natamam ədədi B-yə bölürük. Natamam qismətdə 30 və qalıqda 9 alınır. Yenə eyni qaydadır. A-nı tapmaq üçün bölənlə natamam qisməti bir-birinə vurmaq lazımdır. B vuraq 30-u biz birbaşa 30B kimi yaza bilərik. Üstə gələk 9. Bu ədədi deyir 5-ə bölsək nə baş verər? Birinci 30B-ni bölürəm 5-ə. 30B-ni 5-ə böləndə düşür 6B. Vurulsun 30B, qalır 0. Sonra 9-da 5 bir dəfədir. Çıxılsın 5, qalıq qalır 4. Bizə deyir ki, qismətdən qalıq. Deməli, qismət 6B üstə gələk 1-dir. Qalıq da 4-dür. 6B üstə gələk 1 ilə qalığı toplayanda yazıram. 6B üstə gələk 1, üstə gələk qalıq 4. Bizə verir 6B qalır. 1 ilə 4 toplanır, olur 5. Yəni... Nəyi düz yazmadım? Neyse düz yazmadım. E variantında var imiş. Görməmişəm düzgün cavab. Cavab E variantı. Mən də bayaqdan variant axtarıram ki, nəyə səhv yazmışam. Baxırıq 163-cü suala. Deməli, 163-cü sualı oxuyaq. Qorxumdan videonu saxlatmadan istəyirəm. Keçən videoda nə qədər olmuşdu? Bölən 50 olarsa alına biləcək müxtəlif qalıqların cəmi. Bunu səhv oxumuşdum mən də əvvəl. Bölünən 50 olarsa deyir bizə. Bax, bölünən 50 olarsa mən ilk dəfə üçün oturub bir bölməyi tövsiyə edirəm. 50-ni 1-ə böləndə qalıq qalmır. 2-yə böləndə qalıq qalmır. 3-ə böləndə 16 düşür, qalıq 2 qalır. 4-ə böləndə 48 düşür, qalıq 2 alır. 5-ə böləndə qalıq qalmır. Bu formada yaza-yaza gedirsiniz. Yaza-yaza gedəndən sonra fikir verin. 50-ni 25-ə böləndə, yəni hər bir ədədin bölünənin ortalamasında 50-ni 25-ə böləndə cavab alınır 2, qalıq qalır 0. 50-ni 26-ya böləndə cavab alınır 1, qalıq qalır 24. Sonra 50-ni 27-yə böləndə cavab alınır 1, qalıq alınır 23. 50-ni 28-ə böləndə cavab alınır 1, qalıq alınır 22. Bu formada davam elə gedəndə ta ki ən sonuncu 50-ni 49-a böləndə cavab alınır 1, qalıq alınır 1 və 50-ni 50-yə böləndə qalıq qalmır. Deməli, bizdə qalan qalıqlar, digərləri qarışıqdır, təkrarlama var, yoxdur. Bizdə müxtəlif qalıqları soruşur. Bizdə deməli, qalıqlar başlayır 24-dən ta ki 1-ə qədər davam edir. Deməli, qalıqlar 1-dən 24-ə qədər qala bilər, bölünən 50 olanda. İndi bizə deyir ki, bu qalıqların cəmi. Biz də öyrənmişdik ki, 2 dənə, yəni müəyyən bir ədədlər sırasının cəmini bizdən soruşarsa, 1-dən 24-ə qədər, 1-dən 32-yə qədər, 1-dən nəyə qədər, birinci ədədlə sonuncu ədədi toplayırıq. Birinci ədədlə sonuncu ədədi toplayırıq, bölürük 2-yə, bu 1-dən başladıqdadır. Sonra vururuq həmən saya. İndi bizdə 1-lə 24-ü toplayırıq, bölürük 2-yə, vururuq 24-ə. 1-dən 24 toplayanda 25, olur belə 25, vuraq 24, sonra da bölə 2. Yəni əvvəldə də bölə bilərsiniz, sonra da heç bir fərq eləmir. Bunu da böləndə verir 300. Cavab olur B variantı. Gəlin bənzərinə baxaq. Yenə dedik ki, nə verir versin, həmişə məsələn 40 verib, biz 40-ın yarısından başlayacağıq. Yəni 40-ı 20-yə böləndə düşür 2, qalıq olur 0. 40-ı 21-ə böləndə düşür 1, qalıq olur 19. 40-ı 22-yə böləndə düşür 1, qalıq olur 18. Bu formada davam elədikcə, ta ki bölürük 40-ı 39-a 1, qalıq olur 1. Deməli, burada bu ifadədə qalıq 19-dan başlayır, 1-ə qədər davam edir 164-cü sualda. İndi biz 1-dən 19-a qədər ədədlərin cəmini tapmaq istəyirik. Müxtəlifdirmi? Müxtəlifdir. Qalıqların cəmini soruşur. Yazırdıq 1 üstə gələ 19, bölə 2 vuraq 19 da nə ədəddir? İndi burada 1 ilə 19-u toplayıram 20, 2-yə bölürəm 10,
Onu da 19'a vururam. Cavab alınır 190 olur C variantı. Yenə bir daha deyirəm, bölünəni bizdən soruşur. Bölünən 6 olarsa alına biləcək qalıqların cəmi. Bölünən 6 olarsa yenə yarıdan davam edirik. Bölünən 6-dır. Bunu 3-ə böləndə cavab 2 alınır, qalıq 0 alınır. 6-nı 4-ə böləndə cavab 1 alınır, qalıq 2 alınır. 6-nı 5-ə böləndə cavab 1 alınır, qalıq 1 qalır. 6-nı 6-ya böləndə cavab 1 alınır, qalıq 0 qalır. İşte bizdə qalıq müxtəlif qalıqlar 1, 2-dir, bir də 1-dir. 1 ilə 2-nin də cəm bizə verəcək B variantı 3. Davam edirik 166-dan. Bu tipli sualları neynirdik? Ədədi 15-ə böldükdə, bir dənə mənim ədədim var. Bunu 15-ə böldükdə cavab nə alınır, alınsın? Qalıq 10 qalır. Bu ədədi deyir 5-ə bölsək, qalıq deyir neçə alınır? Bunun 2 dənə qaydası var. Birincisi A-nın yerinə, natamam qismətin yerinə 1 qoyarsınız. O zaman 15 vuraq 1, 15. Üstünə də 10 gələrsiniz. A bərabər olur 25-ə. Sonra da bölərsiniz bunu 5-ə. 25-i 5-ə böləndə qalır 5. Qalıq da qalır 0. Qalıq qalmaz. Və yaxud da ikinci qayda nədir? Və yaxud da ikinci qayda nədir? Və yaxud da ikinci qayda nədir? Yoxluyursunuz. Nəyi yoxluyursunuz? Əgər A ədədi 15-ə bölünürsə, bunun 5-ə də bölündüyünü yoxlamaq üçün bölənləri yoxlamaq lazımdır. Yəni 15 böləni 5-ə bölünürsə, deməli A da 5-ə bölünür. Lakin burada bir dənə məsələ var. Qalığı da yoxlamaq lazımdır. Yəni birinci bölənləri yoxlayırsınız, bir-birinə bölünürmü? Bir-birinə bölünürsə okey. Bölən deyir ki, mənim üçün problemi yoxdur, bölünə bilir 5-ə. Qalıq deyir ki, bəs deyir, mən buradayam. Onu da 5-ə bölürük. Düşər 2, qalıq qalar 0. Yəni qalıq qalmaz. Yəni bir ədədin nəyəsə bölündüyünü göstərən bir böləndir, bir də qalıqdır. Əgər ikisi də okey verirsə bizə, deməli həmin ədəd həmin yeni bölünə bölünür. İndi bunu bizə bölmək lazımdır. Deməli ədədim 99 0 0 0 0 999 bölürük 99-a bizdən qalıqdan qisməti soruşur. Deməli 99-da bir dəfədir. Çıxıram 99 qalır 0. Bu 0-ı gətirirəm, qoyuram sağa. Bu birisi 0-ı gətirirəm, qoyuram sağa. Sonra buraları pozaq da qarışmasın. 9-u gətirirəm. 9-da 99 yoxdur. Təzə 0 yazıram. O birisi 9-u gətirirəm. 99-da 99 bir dəfədir. Çıxıram 99 qalır 0. Bu 9-u unutmuruq. Bu 9-u da gətiririk. 9-da 99 yenə yoxdur. Yenə 0. Heç yox. Qalığımız 9. Natamam qismətimiz də 100.000 10. Bizdən deyir ki, 100.000 10-la bizə deyir ki, 100.000 10-la 9-u topla. O da verəcək 100.000 19, yəni A variantı. Buranı təmizləyim buraları. 168-ci suala baxırıq. Bu arada Instagram üçün video çəkdim. Deməli, story çəkdim də, belə deyim. Deməli, 3-ə, 5-ə və 4-ə böldükdə qalıqda 2 alınan ən kiçik ədədin rəqəmləri hasili. Deməli, ədəd 3-ə də bölünür. Belə deyək, bir dənə ədədimiz var. Bu ədədi 3-ə də bölə bilirik. 5-ə də bölə bilərik. Sonra 4-ə də bölə bilərik. Hər ikisində qalıq 2 alınır, qalıq 2 alınır, qalıq 2 alınır. Üçündə də qalıq eyni qalanda çox sadə versiyadadır. Biz nə etməliyik? 3-ün, 5-in, 4-ün əkobunu tapmalıyıq. Ya əkobunu tapırsınız, 3-ün, 5-in, 4-ün. Bunların da ya da ikinci qayda nə edirsiniz? Məncə belə daha rahatdır mənə görə. 3-ü, 5-i, 4-ü vurursunuz bir-birinə. Əgər 3, 5, 4-ün hər hansı ortaq vuruğu varsa, həmin ortaq vuruğa da bölürsünüz. İndi növbətində olacaq, o mən deyəcəm sizə. Həmin ortaq vuruğa da bölürük, o zaman biz doğru əkobu tapmış olarıq. Deməli 3, 5, 4, 15, 4. 3-ün də 5-in də 4-ün də bölündü. Elə salamatı bunu şey yazmaqdır da. Yuxarı siniflərin əkobu ilə yox, aşağı siniflərin əkobu ilə 4-5-ci sinifdə keçilən əkobun tapılması var ha. Ondan yazmaqdır. Onda necə tapırdı? 4-cü sinifdə necə tapırdı? 3-ə bölünənlər hansılardır?
3-ün bölünənləri hansılardır? 3-dür, 6-dır, 9-dur, 12-dir, sonra 15-dir, 18-dir, 21-dir, sonra 24-dür. Davam edir, belə gedir. Kimdə oturub bunu yazan? Gəl belə eləyək onda. 3 ilə 5. Bunu hamımız bilirik ki, 3 ilə 5 qarşılıqlı sadə ədədlərdir. 3 ilə 5 qarşılıqlı sadə ədədlərdir. Biz elə 3 ilə 5-in hasilini yaza bilərik. 15-ə 4-ə bölünən ədədləri tapırım. Deməli 15-dir, 30-dur, 45-dir, 60-dır, 75-dir və s. 4-ün bölünənləri 4-dür, 8-dir, 12-dir, 16-dır, 20-dir, 24-dür, 28-dir, 32-dir, 36-dır, 40-dır, 44-dür, 48-dir, 52-dir, 58-dir, 60-dır. İlk ədəddə təkrarlandı. Deməli, hər ikisinin bölündüyü ədəd 60-dır. 3-ə, 5-ə, 4-ə bölünən ədəd 60-dır. Qalıq 2 qaldığı üçün həmən qalığı da üstünə gəlirik, olur 62. Həqiqətən də 62-ni 3-ə bölsəz, qalıq 2 qalır, 5-ə bölsəz, qalıq 2 qalır, 4-ə bölsəz, qalıq 2 qalır. Deyir ki, 62, ən kiçik ədədi tapdıq 62. Bizə deyir ki, bu ədədin rəqəmləri hasilini tapın. 6 vuraq ki, bərabər olur 12-yə. İndi bənzərini yazacağım 169-u daha yaxşı başa düşəsiz. Deyir ki, bir ədədi 4-ə böləndə qalıqda 2 alınır. Sonra həmin ədədi 5-ə böldükdə qalıqda 3 alınır. Sonra həmin ədədi 6-ya böldükdə qalıqda 4 alınır. Birinci fikir verməyinizi istəyirəm. Bax, böləndən 2 vahid çıxırlar, qalıq qalır qalıq. 2 vahid çıxırlar, qalır qalıq. Böləndən 2 vahid çıxırlar, burada da qalır qalıq. Sonra böləndən 2 vahid çıxırlar, burada da qalır. Burada da qalır qalıq. Deməli, biz 4-ə, 5-ə, 6-ya nə baş verir? Deməli, biz video gedir, problem yoxdur. Deməli, biz 4-ə, 5-ə, 6-ya bölünən ədədi tapıb, həmin ədəddən 2 çıxsaq, 4-ə, 5-ə, 6-ya bölünən bir ədədi tapıb, həmin ədəddən 2 çıxsaq, tapacağıq A-nı. Hər birində proses belə gedir. Demişdim, bayaq dedim ki, eyni olanda rahatdır, amma fərqli olanda biraz diqqət etmək lazımdır. İndi 4-ə, 5-ə, 6-ya bölünən. Birinci dedik ki, nə edirdik? Belə eləyək. 4 ilə 5 qarşılıqlı sadə ədədlərdir. 4 ilə 5 qarşılıqlı sadə ədədlərdir. Gəlin 4 ilə 5-in əkobunu tapaq. 4 ilə 5-in qarşılıqlı sadə ədədlərin hasili 20-dir. 20-nin bölünənləri 20-dir, 40-dır, 60-dır, 80-dir. Sonra deməli 100-dür, 120-dir, belə davam edir. Və bu sıralamada 6-ya ilk bölünən ədəd hansıdır? 20 bölünmür, 40 bölünür, amma 60 bölünür. Deməli, əgər bir ədəd 4-ə də bölünürsə, 5-ə də bölünürsə, 6-ya da qalıqsız bölünürsə, həmin ədəd 60-dır. Amma bizə burada deyir ki, 4-ə böləndə 2 qalır, 5-ə böləndə 3 qalır, 6-ya böləndə 4. Dedik ki, nə edir? Böləndən 2 vay kiçik olur, qalıq. Deməli, biz də tapdığımız ədəddən 2 çıxsaq, alınan ədəd, yəni 58, həmin bu A ədədidir. Bizə deyir ki, alınan ən kiçik ədəd hansıdır? 58-dir. Deməli, baxırıq bu ədədə 8 A, 9, B ədədinə. Deyir ki, 4 rəqəmli ədədini 4-ə böldükdə qalıqda 1 alınır. 5-ə böldükdə qalıqda 2 alınır. Birinci mən demək istəyirəm ki, 4-ə bölünmə, 5-ə bölünmə. 4-ə bölünmə qaydası son 2 rəqəmidir. Ədədin 4-ə bölünürsə, deməli ədəd 4-ə bölünür. 5-ə bölünmə qaydası son rəqəmidir. Ona görə birinci 5-ə bölünmə qaydasını yoxlayaq. Birinci 5-ə bölünmə qaydasını yoxlayırıq. Bir ədədin 5-ə bölünməsi üçün onun sonu ya 0 olmalıdır, ya 5 olmalıdır. Bizdə əgər qalıq 2 qalırsa, qalan qalığı gəlirəm üstünə. Deməli, B ya 2 imiş, 2 bölüblər 5, qalıq 2 qalıb. Ya da 7 imiş, bölüblər, qalıq 2 qalıb. İndi deməli 5-ə bölünməni yoxladıq. Bu yoxladıq. Deməli
8A 9B ədədində B-nin yerində ya 2 imiş, ya da 7 imiş. Yerdə qalan hissələri köçürdürəm. 8A 92, 8A 97. Məndə nəticədə 2 dənə ədəd alındı. Biri 8A 92-dir, biri 8A 97-dir. İndi bu ədədlərin 4-ə bölünməsini yoxlayıram. 4-ə böləndə qalıqda 1 qalmalıdır. 4-ə bölünmə qaydası nə idi? Son 2 rəqəmi. İndi yoxlayaq. 92-ni 4-ə böləndə qalır 23, qalıq 0. 96-nı 4-ə böləndə qalır 24, qalıq 1. Bizə lazım idi nə? Qalıq 1 qalan. Burada qalıq 0 qalıb lazım deyil. Qalıq 1 qalan budur. Deməli 92 olmayacaq. Burada səhv yazdım. 97 yazmalıydım. 97. Olacaq 8A 9-7. Deməli, mənim ədədim 8A 97 imiş bu ədəddə. İndi deyir ki, 3-cü cümlədə 9-a böldükdə qalıq qalmır. 9-a bölünmə qaydası rəqəmləri cəmi. 8 üstə gələ A, üstə gələ 9, üstə gələ 7. Cəmi verir. 8, 9, 17, 27, 24 üstə gələ A. Bizim də bu cəmin, yəni 24 üstə gələ A-nın 9-a bölünməsi üçün A-nın yerində nə olmalıdır? Bəli, A-nın yerində 3 olmalıdır ki, 24 üstə gələ 3 bərabərdir 27 ədədi 9-a bölündüyü üçün, deməli, A-nın yerində 3 olma şərti doğrudur. Yəni, ədədimiz 8, 3, 97 imiş. İndi bizə deyir ki, A plus B cəmi, bizdə A 3-dür, B də 7-dir. O zaman cəmi nə verəcək? Olacaq 10. Deməli, səliqə ilə baxırıq 171-ci suala. Deməli, ədədimiz 7, 6, B 4 rəqəmli ədədini 5-ə böldük. Ədədim belədir, 7, A, 6, B ədədi. Bu ədədi 5-ə böldükdə qalıqda 1 qalır. 4-ə böldükdə qalıqda 2 qalır. 3-ə böldükdə isə qalıq qalmır. AB cəminin ən az və ən çox qiymətlərinin hansıdır? Baxaq, bir ədədi 5-ə bölmək üçün, 5-ə tam bölünməsi üçün son rəqəmi ya 0 olmalıdır, ya 5 olmalıdır. Bizdə qalıq qalıbsa, deməli, plus 1, yəni bura 1 imiş. Belə deyək də. Plus 1, yəni bura 1 imiş. Biraz da qalınlaşdırım. Deməli, 0 plus 1, yəni ya 1 imiş, 5 plus 1 ya da 6 imiş. Deməli, ədədimiz ya 7A 6 1-dir, ya 7A 61-dir, ya da 7A 66-dır. İndi bizdə ədədin biri budur. 7A 61, biri də budur 7A 66. İndi biz də 5-ə bölünməni yoxladıq, 4-ə bölünməni yoxlayaq. 4-ə böləndə qalıq 2 qalmalıdır. Son 2 rəqəmləri götürürük. 4-ə bölünmə qaydası son 2 rəqəmdir. 61-i 4-ə böləndə düşür 15, qalıq qalır 1. 66-nı 4-ə böləndə düşür 16, qalıq qalır 2. Bizə hansı lazımdır qalıq 2 qalan? Birinci ödəmir, çünki qalıq 1-dir. İkinci ödəyir. Deməli, birinci ödəmir, ikinci ödəyir. 4-ə bölünməni də yoxladıq. Deməli, bizdə ədəd belə imiş. Ədədimiz 7A 66 imiş. Ədəd budur. B-sini nə tapdıq? 6 tapdıq. İndi yoxlayırıq 3-ə qalıqsız bölünmə. 3-ə bölünmə şərti rəqəmləri cəmidir. 7A üstə gələ 6, üstə gələ 6. 12 olur 19 üstə gələ A. Bizdə 3-ə bölünməsi üçün A-nın qiymətləri nə ola bilər? A-nın qiymətləri deməli A-nın qiymətləri 19 plus 1 20 bölünmür. 19 plus 2 21 bölünür. 19 plus 5 24 3-ə bölünür. Ondan sonra 19 plus 8 27 3-ə bölünür. Deməli, A-nın yerində ola bilir nə? 2 ola bilir, 5 ola bilir, 8 ola bilir. B-nin yerində isə sadəcə 6 ola bilir. 6 ola bilir və ya 6 ola bilir. Yəni, indi bizə deyir ki, A plus B cəminin ən az və ən çox. Ən az qiyməti 8-dir.
Ən çox qiyməti də 8 plus 6 14-dür. Bizdən A plus B cəmini soruşur. Deməli 8-dir, 14-dür. Hasilini soruşur. Ən az qiyməti 8, ən çox qiyməti 14. Bir-birinə də vuranda olur 112, yəni B variantı. Baxırıq 72-ci suala. Rəqəmləri cəmi 22 olan ən böyük, rəqəmləri müxtəlif 3-ə bölünən. Deməli, mənim 4 rəqəmli ədədim var. 3, 4. Bunun rəqəmlərinin cəmi 22-dir. Rəqəmləri də müxtəlifdir. 3-ə bölünür. Cəmi 22 olub. 3-ə bölünə bilər. Xeyr, bölünə bilməz. Təbii ki, burada 22-ni 3-ə böləndə 7 qalıq 1 qalacaq. Deməli, ədədi də 3-ə böləndə qalıq 1 qalır. Amma bizə deyir ki, 3-ə bölünür. Deməli, belə bir ədəd mümkün deyil. Aşağıdakılardan neçəsi doğrudur deyir bizə. Deməli, 173-cü suala baxırıq. Bizdən doğrular soruşur. Deməli, 19-a böldükdə qismət və qalığı eyni olan ən böyük ədədin rəqəmləri cəmi 9-dur. Bir ədədi bölürük 19-a, birinci yoxlayaq birincini. Bir ədədi bölürük 19-a, qisməti və qalığı eyni qalır, özü də ən böyükdür. 19-a böldükdə qalıq ən böyük 18 ola bilər. O zaman natamam qismətdə olur 18. Ədədi tapmaq üçün 19-u vururuq 18, üstünə gəlirik 18 və olur 360. Deyir ki, həmin ədədin deyir rəqəmləri cəmi 9-dur. Həqiqətən də 3, 6, 0, 3, üstəgəli 6, üstəgəli 0 bizə cəminə verir, 9 verir. Deməli, birinci doğrudur. Baxırıq ikinciyə. Bölən 12 natamam qismət 7 olarsa, deməli, bölən 12 natamam qismət 7 olarsa, bölünənin ala biləcəyi ən böyük qiymət. Bizdə bölünənin ala biləcəyi ən böyük qiyməti deməli qalıq təyin edir. Əgər bölən 12-dirsə, o zaman qalıq ən böyük ola bilər 11. O zaman bölən tapmaq üçün 12-ni 7-yə vurub üstünə 11 gəlirik. 84 üstünə də 11 gələndə olur 95. Həmin deyir ən böyük ədədi, yəni 95-i onluqlara qədər yuvarlaqlaşdırdıqda ədəd 5 vahid artır. 95-dir. Təklik onluqlara qədər yuvarlaqlaşdırıq. 5 9-a 1 verir, olur 100. Deyir həmin ədəd 95. Yuvarlaqlaşdırdıqda 5 vahid artır, olur 100. Bəli, doğru deyir bu da. Təmizdə ikincidən baxaq. Deməli, üçüncüyə baxırıq. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 2300 alınan. Demişdik ki, əgər bir ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırırıqsa, burada alınan ən kiçik ədəd həmin mərtəbənin yarısını çıxırıq. Ən kiçik ədəd 2250-dir və 2300 ən böyük ədəd isə yüzlüklərə qədər mərtəbənin yarısının, yüzlüklərin yarısının, 50-nin yarısının üstünə bir vahid gəlinməsidir. Yox, düz yazmadım. Plus 50 minus 1. 50 vahid bu dəfə artırırıq, amma bir vahid çıxırıq. Çünki 50 vahid artanda 2400-ə gedir uje. Yuvarlaqlaşdırılan ədəd. Bu da olur 2349. Deməli, bizdə yuvarlaqlaşanda 2300 alınan ən böyük ədəd 2349-dur. Rəqəmləri hasili 2, 3, 4, 9. Vuranda deyir 216 verir. Hə, bəli, 216 verir. Deməli, bu da doğrudur. Sonra birisinə baxırıq. Bütün rəqəmlərin hər birini 6 vahid artırsa bu rəqəmlərin cəmi. Deməli, bütün rəqəmlər neçədən başlayır? 0-dan başlayır, 9-da dayanır. Neçə dənə rəqəm var? 10 dənə rəqəm var. 10 dənə rəqəm var. Hər birini 6 vahid artırsa, bu deməkdir ki, 10 dənə rəqəmdə hərəsini 6 vahid artırmaq bunun 60 vahid artması deməkdir. Cəmin 54 vahid artması bu yanlışdır. Qalıqlı bölmə əməlində natamam qismət 6, demək qalıqlı bölmə əməlində bir ədədi nəyəsə bölürlər. Natamam qismət 6 qalır, qalıq da 5 qalır. Deyir ki, ala biləcəyi ən böyük ədəd bizə bölünənin ala biləcəyi ən böyük ədəd. Burada problem var. Niyə ən böyük ədəd yox, ən kiçik ədəd? Çünki bölünənin ala biləcəyi
Bax, bölünən 5-dən böyük olmalıdır. Yəni ola bilər 6, 7, 8, 9, 10, 11 belə-belə davam edir. Ən kiçik qiyməti də bunun 6-dır. O zaman həmin bu bölünəni tapmaq üçün 6-nı 6-ya vururuq. Üstünə də qalığı gəlirik. Olur 41. Alınır 41. Amma bu ən böyük ədəd deyil, ən kiçik ədəddir. Ona görə bu da səhvdir. Neçə dənəsi doğrudur? 3 dənəsi doğrudur. 174-dən davam edəcək. Buranı biraz təmizləyək. Deməli, A-nın 12-yə bölünməsindən 10, B-nin 12-yə bölünməsindən qalıq 8 qalır. Deməli, A-nı 12-yə bölürlər, qalıq 10 qalır. Sonra B-ni 12-yə bölürlər, qalıq 8 qalır. Bizə deyir ki, AB cəminin 12-yə bölünməsi. AB cəminin 12-yə bölünməsi nə deməkdir? Deməli, AB cəminin 12-yə bölünməsi bu cəmin 12-yə bölünməsindən alınan qalıq. Ayrı-ayrılıqda, cəm olduqda, hasil olduqda ayrı-ayrı bölüb qalıqları yaza bilərik. Ya yerinə 1 qoyun, A-nı, B-ni tapın ayrı-ayrılıqda, təqribi qiymət götürün, bölün, qalığı tapın. Ya da ki, əgər bir ədədi 12-yə bölürüksə, birbaşa həmin ədədə qalıqları soruşursa, hasil olanda ayrı-ayrı, cəm olanda neyniyəndə həmin ədədi əvəz edici biləcək qalığı yazırıq. Yəni A-nı 12-yə böləndə qalıq 10 qalırsa, məndə də cəmdən qalığı soruşsa, mən A-nın yerinə yazaram 10. B-ni 12-yə böləndə qalıq 8 qalırsa, məndə qalığı soruşursa, B-ni əvəz edəcək rəqəm kimi yazaram 8, toplama, burada yazaram toplama. Deməli, qalıqların cəmi 18-dir. Amma ədədi 12-yə böləndə qalıq 18 qala bilməz. Ona görə təzədən bölürəm 12-yə, qalır 1, qalıq da qalır 6. Deməli, cəmlə qalıq 6-ya bərabərdir. 175-ə baxırıq. Murad Vəlidən 23 yaş böyükdür. Muradın yaşını Vəlinin yaşına bölsək, natamam qismət 5 qalıq uçağına. Gəlin baxaq. Deməli, Muradın yaşı, Vəlinin yaşı. Deyir ki, baxın, mübtəda xəbər. Murad böyükdür. Deməli, Vəli balacadır. Vəliyə x yazıram. Murad nə qədər böyükdür? 23 yaş böyükdür. Yazıram 23. Muradın yaşını Vəlinin yaşına bölsək. Muradın yaşını x üstəgələ 23-ü, Muradın yaşını Vəlinin yaşına x-ə bölsək, natamam qismətdə 5, qalıqda 3 alırıq. Dedik ki, o zaman bölünən bərabər olur. Bölənlə natamam qismətin hasilinə 5 vuraq x ya da 5x yazarıq. Qalığı da üstünə gəlirik. Bu halda necə eləyirdik? Deməli, 23 qalırdı, 3 gəlirdi bunun yanına, olurdu çıxaq 3. 5x qalırdı, x gəlirdi bunun yanına, olurdu çıxaq x. Sonra 23-dən 3 çıxırdıq 20, 5x-dan x çıxırdıq 4x, 4 vurmadı. X tapmaq üçün də 20-ni 4-ə bölürdük, bərabər olurdu 5. Deməli, x 5-ə bərabərdir. Bizdən Muradın yaşını soruşur, buranı soruşur. X də 5 olduğuna görə 5 üstəgələ 23, deməli Muradın 28 yaşı var. Baxırıq 176-cı suala. 2 dənə ədədin nisbəti 3-ə bərabərdir. Nisbətlə bölmə, kəsir xətti. Bunlar eyni anlayışlar idi. 2 ədədin nisbəti onların bölünməsi deməkdir. Deməli, 2 dənə ədədim var. Bir-birinə böləndə bizə 3 verir. Nisbət 3 olur. Ya da istəsəz sizə rahatlıq olsun deyə bu ədədləri 3x, x olaraq da yaza bilərsiniz. 3x-ı da x-ə böləndə cavab 3 verir. Olsun belə, ədədlərdən biri olsun 3x. Biri də olsun x. 6x, 2x da yazmaq olar. 9x, 3x da yazmaq olar. Asılıdır ki, böləndə 3 versin. Bu, ümumiyyətlə, ədədlərin nisbəti 3-dürsə, deməli, biri digərindən 3 dəfə böyükdür. 2 ədədin fərqi 18-dir. Yəni, ədədləri fərqi bir-birindən çıxanda bizə 18 verir. Çıxırıq, 2x bərabərdir 18, x də bərabərdir 18, 2-yə bölürük 9. Bu ədədlərin bizdən cəmini soruşur. X 9 olduğuna görə, deməli, ədədimin biri 3 vuraq 9, yəni 27-dir. O birisi də eləcə 9-dur. İndi bizə deyir ki, bu ədədlərin cəmi 27 və 9-un cəmi olacaq 36. Baxırıq 177-ci suala. 177-ci sual. 2 ədədin nisbəti 3-dür. Böyük ədədin üzərinə 2 gəlib, kiçik ədədin üzərinə 3 gəlsə, nisbəti 2 olar. Deməli, belə bir şey yaza bilərik. 2 ədədin nisbəti 3-dür. Ya bunu belə yazarsınız, A bölünsün B bərabərdir 3. Yəni, nisbətləri 3-dür. Bölünməsi, nisbət bölünmə deməkdir.
Ya da ki belə yazarsınız. 3x bölünsün x bərabərdir 3. Ədədim böyük ədədim 3x-dir. Kiçik ədədim x-dir. İndi deyir ki, böyük ədədin üzərinə 2 gəlib. Böyük ədədin üzərinə 2 gəlsək. Kiçik ədədin üzərinə 3 gəlsək. Kiçik ədədim də x-dir. Üzərinə 3 gəlsək. Həmin ədədlərin nisbəti 2 olur. Nisbəti mötərizədə yazmalıyıq 2 olur. Yenə bizdə bölünəni tapmaq istəyiriksə, böləni vurmalıyıq natamam qismətə. Böləni vurmalıyıq natamam qismətə. Yəni 3x üstə gələ 2 bərabərdir. X üstə gələ 3-ü vurmalıyıq 2-yə. İndi bunu sadələşdirək. Deməli, x-i 2-yə vururam, verir 2x. 3-ü 2-yə vurur, verir 6. 3x qalır evlərində. 2x müsbətdir. Gəlir onlara çıxaq 2x kimi. 6 qalır evdə. 2 də burada toplamadır. Keçir sağa çıxaq 2 kimi. Deməli 3x-dan 2x çıxırıq, qalır x. 6-dan 2 çıxırıq 4. Deməli x 4-ə bərabərdir. Bizə deyir ki, bu ədədlərin cəmi x 4 olduğuna görə bura 3 vuraq 4 olur 12. Orada sadəcə olur 4. Deməli ədədlərim 12 və 4 imiş. İndi deyir ki, bu ədədlərin cəmini deyir tapın. 12 ilə 4-ün də cəmi bizə verir 16. Deməli, baxırıq 178-ci suala. 2 ədədin cəmi 40-dır. Ədədlərim olsun A və B. 2 dənə ədədim var. Bunların cəmi 40-dır. Bizə deyir ki, böyük ədədi kiçik ədədə bölsək, yəni A-nı böyük götürək, B-ni kiçik götürək, bölsək. Natamam qismətdə 5, qalıqda 4 qalar. O zaman bölünəni tapmaq üçün B-ni 5-ə vurmalıyıq. Üstünə də qalıq gəlməliyik. Üstə gələk də qalıq. Deməli, bizdə A 5 böyük üstə gələk 4-ə bərabər imiş və bunu gətirib bu ifadədə yerinə qoyuruq. A-nın yerinə yazırıq 5 böyük üstə gələk 4. Yazırıq 5 böyük üstə gələk 4. Üstə gələk B bərabərdir 40-a. İndi bunu yuxarıya doğru sadələşdirək. 5B ilə B-ni toplayıram. Verir 6B. Üstə gələk 4 olduğu kimi yazıram. Bərabərdir 40. 6B bərabərdir. 40-dan 4 çıxırılır. Qalır 36. B də bərabərdir. 36-nı 6-ya bölürük. Verir 6. Deməli, bizdə B 6 imiş. Deməli, B 6-dır. B bərabərdir 6. İndi yerinə qoyaq 6-nı. O zaman A olur 5 vuraq. 6 üstə gələk 4. O A da olur 34. A 34, B 6 bizdən fərqini soruşur. 34 çıxaq 6 bərabər olur 28, yəni E. Deməli, 2 dənə ədədin fərqi 32-dir. 2 dənə ədədin fərqi 32-dir. Böyük ədədi kiçik ədədə bölsək, natamam qismətdə 7. Deməli, 2 dənə ədədim var. Bu ədədlərin fərqi 32-dir. Bizə deyir ki, böyük ədədi kiçik ədədə bölsək, natamam qismətdə 7, qalıqda 2 qalar. O zaman A olacaq. B-ni 7-yə vurub üstünə 2 gəlirəm. Deməli, bizdə A 7B üstə gələ 2-dir və A-nın yerinə burada yazırıq. Yazırıq 7B üstə gələ 2. Ardın köçürdürük. Çıxaq B bərabərdir. Burada da 32. İndi 7B-dən B-ni çıxırıq. 7B-dən B-ni çıxanda qalır 6B. Köçürdürük ardını. Üstə gələ 2 bərabərdir 32. Burada deməli 6B bərabərdir 32-dən 2 çıxırıq 30. B də bərabərdir 36-ya bölürük olur 5. Deməli, B-si 5-ə bərabərdir. Deməli, B bərabərdir 5-ə. B-nin yerinə 5 yazıram. O zaman A olur 7 vurulsun 5. Üstə gəlinsin 2. 7-ni 5-ə vururam 35. Üstünə də 2 gəlirəm. Olur A da 37. Bu ədədlərin cəmini bizdən soruşur. 37 üstə gələk 5 bərabər olur 42-yə. Rəqəmlərin müxtəlif ən böyük 3 rəqəmli ədəd 4-ə bölünür. Deməli, 3 rəqəmli ədədim var, rəqəmləri müxtəlifdir. Bunun ən böyük olması üçün mütləq birinciyə 9 yazıram yoxlamaq üçün. Məncə 9 ödəmir. 9 ödəyir. Ondan sonra ikinci ədəd. Çünki bizə 4-ə bölünmədə son 2 rəqəm vacibdir. Əsas budur, son 2 rəqəm. Son 2 rəqəmin 9-a bölünəni 96-dır. Olmaz. O zaman rəqəmləri müxtəlif olmaz. 92 olmaz.
88 var. 88 olmaz. Yenə müxtəlif olmur. Amma 82 olar. 9, 82 4-ə bölünən ən böyük ədəddir. Rəqəmləri də müxtəlifdir. Bu ədədin rəqəmləri cəmi olacaq 19. Sonra deyir ki, rəqəmləri müxtəlif ən kiçik 4 rəqəmli ədədin 1, 2, 3, 4. Ən kiçik 4 rəqəmli ədədin mütləq 1 ilə başlamalıdır. Ya 0 ilə bitməlidir, ya 5 ilə bitməlidir vəziyyətdən asılı olaraq. Amma 0 burada olsa yaxşı olar. Adətən ən kiçik rəqəmləri, müxtəlif ədədləri düzəndə 1, 0 belə yazırlar da, 2, 3 yazırlar. Amma bizdə 1, 0, 2, 3 ən kiçik rəqəmləri müxtəlif ədəd 1023 5-ə bölünmədiyi üçün biz bunun son rəqəmini dəyişib yazırıq 1025. 1025 ən kiçik 5-ə bölünən ədəddir və ən kiçik rəqəmləri müxtəlif 5-ə bölünən ədəddir. Bu ədədin rəqəmləri cəmi də olacaq 8. Deməli, rəqəmləri müxtəlif ən böyük 3 rəqəmli ədədi düzəltmək istəyirəm. 9-a bölünür. Bu ədədin rəqəmləri cəmini deyir tapın. Ən böyüyü. Heç ehtiyac yoxdur. Bu sözsüz 954-dür. Əlavə olaraq əlavətən. Bizdə 3 rəqəmli ədəddir. Ümumiyyətlə ədədin 9-a bölünməsi üçün rəqəmləri cəmi ya 9 olmalıdır ki, burada 9 olması üçün 900 olar. 900-ün rəqəmləri müxtəlif deyil. 9 olmur. Ya 18 olmalıdır, ya 27 olmalıdır. 27 də olmur. Çünki 27 olması üçün 3-ü də 9, 9 olmalıdır. Bizə yenə rəqəmləri müxtəlif deyil, olmaz. Yəni 9, 9, 9 rəqəmləri müxtəlif ötəmir. Qalır bir dənə rəqəmləri cəmi 18. Ya belə yazırsınız 18, ya da rəqəmləri taparaq 954 ən böyük deyirsiniz. Rəqəmləri müxtəlif götürürsünüz, cəmi 18. Bölünəni və böləni 5 dəfə azaltsaq, natamam qismətə qalıq necə dəyişər? Salamatı bunun yerinə nümunə yazmaqdır. Bölünəni və böləni, deməli 25-i bölürəm 10-a, natamam qismət qalır 2, qalıq da qalır 5. 5 dəfə azaldıram, böləni 5 dəfə azaldıram, eləyir 5. Bölünəni 5 dəfə azaltdım, elədi 5. Böləni 5 dəfə azaldıram, eləyir 2. 5 dəfə azaltmaq 5-ə bölmək deməkdir. 25-i 5-ə böldüm, qaldı 5. 10-u 5-ə böldüm, qaldı 2. İndi baxırıq. 5-i 2-yə böləndə verir 2, qalıq qalır 3. Baxın nə baş verdi. Natamam qismət dəyişmədi. Amma qalıq neynədi? Qalıq 2 vahid azaldı. Natamam qismət dəyişməz, qalıq niyə belə oldu? Qalıq 1 olur, düz yazmamışam burada. Qalıq 1 olur. Natamam qismət dəyişmədi, amma qalıq 5 dəfə azaldı. Natamam qismət dəyişməz, qalıq 5 dəfə azalar, olur sizə. Nümunə yazaq, deməli. Bölünəni və böləni 3 dəfə artırsaq, deməli 15 3 dəfə artırıram. Biraz kiçik nümunə. Deməli 3-ü bölürəm 2-yə, qalır 1, qalıq da qalır 1. Bölünəni 3 dəfə artıram 9, böləni 3 dəfə artıram 6. 9-u 6-ya böləndə düşür 1, qalıq qalır 3. Deməli, natamam qismət dəyişməz, qalıq 3 dəfə artır. Deməli, qalıq bölənin başına nə gəlirsə, yəni ondan eyni davranır da, olur C variantı. Mən burada dayandırıram, amma siz tam izləyəcəksiniz. 185-dən davam eləyəcəyik. Baxırıq 180, neçənci suala? 185-ci suala. 113 ədədini A-ya bölüb B alıb, qalıq da 2 alıb, A və B natural ədədlər olarsa, A neçə fərqli qiymət ala bilər? Deməli, qalıqda 2 qalmalıdır, düzdür? Deməli, 113 ədədini bölüblər A-ya, cavab alınıb B və qalıqda da qalıb 2. Əgər bizdə bu qalıq olmasaydı, nə vaxt qalıq olmazdır? Yəni 113-dən 2 çıxanda ədəd 111 olsaydı, o zaman 111 ədədi A-ya tərtəmiz bölünərdi, cavabsa alınardı B. Bir daha deyirəm, qalığın olması qalıqlı bölmə deməkdir. Qalıq olmadığı təqdirdə ədəd 111-ə çevrilir. 111 ədədi, elə bir ki, belə olub, bax, 113 ədədini A-ya bölüblər, düşüb B dəfə, alınıb 111 və qalıq da qalıb 2. Deməli, A ilə B-nin hasili bizə burada 111-i verir.
Yəni A ilə B-nin hasili bizə verir 111. Biz də indi tapmalıyıq ki, 111-in bölündüyü ədədlər hansılardır ki, bunlar A ilə B-ni vuranda 111 verilmiş. 111-i bölürük 3-ə. 111-də 3 düşür 37 dəfə. Deməli çıxılsın 111 qalır 0. Sonra 37-ni də lazımdır bölmək lazım deyil. 37 başqa heç nəyə bölünmür. Deməli 111 ədədi Deməli 111 ədədi 3 ilə 37-nin hasilidir. Ondan sonra 111 ədədi 37 ilə 3-ün hasili ola bilər. Sonra qurtardı. Bu arada 111 ədədi 1 ilə 111-in hasili o vaxt ola bilər ki, bax, diqqət edin. Əgər mən A-nın yerinə 1 qoya bilsəm, 113 bölünsün 111, cavab elə 113 verərdi də, 111 verməzdi. Ona görə biz mütləq A-nın yerinə, bax, deməli, danışdıq ki, 113-ü 3-ə böləndə cavab alınır 37, qalır 2. 113-ü 37-yə böləndə cavab alınır 3, qalır 2. Və razılaşdıq ki, 113-ü 1-ə bölə bilmərik, amma 113-ü nəyə bölə bilərik? 111-ə bölərik. Cavab alınır 1, yenə qalar 2. Deməli, A neçə fərqli qiymət alır? 3 fərqli qiymət alır. Bunu pozaq. Baxırıq 186-cı suala. 186-cı sualda da böləndə qalıqda 9 qalıb. Deməli, proses belə gedib. 100-ü nəsə bir A ədədinə bölüblər. Nəticədə alınıb B və A ilə B-nin hasili verib 91, qalıb 9. Yəni, biz həmişə bu qalıq 9-u bölünəndən çıxmalıyıq ki, görək bu elə həmin ədədlərin hasili bizə nəyi verir? 91-i verir də, düzdür? Yəni, proses belədir ki, A-ya bölünür. Deməli, 91-i belə səliqəli yazaq, bizim üçün daha rahat olsun. Deməli, 100-ü bölüblər A-ya, cavab alınır B və qalıb 9. Biz ona görə 91-in bölənlərinə baxmalıyıq. 91-i 7-yə böləndə düşür 1 çıxılsın 7, 21, o da 3 dəfə 21-dir bu əndirabadi ədəd. O da çıxılsın 21, qalır 0. Deməli, 7 və 13-ün hasilidir. Mən 100-ü 7-yə bölərəm, cavab alınır 13, qalıq olar 9. Mən 100-ü 13-ə bölərəm, cavab alınır 7, qalıq olar 9. Və əlavə olaraq da 1-ə bölə bilmərəm, çünki 1-ə böləndə cavab elə 100 alınır. Bir də 91-in özünə bölərəm, cavab alınır 1, qalıq olar 9. Bizə deyir ki, həmin natural ədədin ola biləcək. Elə bir ki, natural ədədə bölüblər. Yəni, bunun ola biləcək qiymətlərinin cəmini bizdən soruşur. Deməli, 104 üstünə də 7 gələndə olur 111. Eyni qayda. 79-u natural ədədə bölüblər. 79-u nəsə bir ədədə bölüblər. Cavabda alıblar B qalıq olub 4. Bu o deməkdir ki, deməli, bizə burada qalıq lazım deyil. Bizə lazımdır ki, lazımdır ha, yəni hələ ki lazım deyil də, ədədi tapmaq üçün ehtiyac olmayacaq. 79-dan 4 çıxaq 75. 75-in bölənləri nədir? 75-in bölənləri 3-dür, 5-dir, 5-dir. Biz bunu 3-ə bölə bilmərik. Çünki qalıq 4 qalmaz o zaman 3-ə böləndə. Bölə bilərik 5-ə. 5-ə böləndə düşəcək 15, qalıq 4. Sonra 15-ə böləndə düşəcək 5, qalıq 4. Sonra bir də 75-ə böləndə düşəcək 1, qalıq 4. Başqa varmı? Yoxdur. Həmin ədədlərin, bölünən ədədlərin cəmini bizdən soruşur. 75, 15, 5-in hansınsa yazmadım. Axı bir də 25-ə bölünə bilir. 25-ə də bölünə bilir. Cavab alınır. 3-ə bölünə bilməsəydi 3-ü 25-ə bölə bilirik də. Əlavə də üstünə 25 gələndə 20, 100, cavab olur 120.
Buranı təmizləyim. Deməli, 50-ni natural ədədə böldükdə qalıqda 2 alınır. Deməli, 50-ni bölüblər bir ədədə. Cavab alınıb 1, qalıqda alınıb 2. Bu deməkdir ki, 50-dən 2 çıxıb, 48-ə baxmaq lazımdır. Deməli, A ilə B-nin hasılı bizə 48 verir. 48-in bölənləri nədir? 48-in bölənləri 2-dir, 2-dir, 2-dir. Sonra bir də 3 olmalıdır. Bir də 2-dir, bir də 3-dür. Axı 16 vuraq 3-dür bu. 2-dir, bir də 3-dür. Biz bu ədədi, A ədədini bölə bilmərik nəyə? Deməli, 2-yə bölə bilmərik. 1 olmaz, 2 olmaz. 2-dən böyüklərlə gedirik. A-nı 3-ə bölərik. Cavab alınar. Ala biləcək qiymətlərin sayını soruşur bizə. A-nı 3-ə bölərik. Cavab alınar 16. Sonra A-nı 6-ya bölərik. Cavab alınar yerdə qalanı, yəni 8. Sonra A-nı 12-yə bölərik. Cavab alınar 4. Sonra A-nı 16-ya bölərik. Cavab alınar 3. Ondan sonra gedirik 2-lərin birləşməsindən. Yəni 2-yə bölə bilmərəm, amma 4-ə bölə bilərəm. Alınar 12. 8-ə bölə bilərəm. Alınar 6. Sonra 16-ya bölə bilərəm. Alınar, yazmışdım onu 3. Bir də 24-ə bölə bilərəm. Cavab alınar 2. İndi həmin natural ədədin ala biləcəyi qiymətlərin cəmini soruşur. Deməli, olacaq 3, 4, 6, sonra 8, 12, 16, 24. Bir də əlavə olaraq 48-ə bölərik. Məsələn, 50-ni bölərik 48-ə. Cavab alınır 1, qalıq alınır 2. Bir də olur 48. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə qiyməti var. Deməli, həmin natural ədəd 8 dənə qiymət ala bilər. 8 dənə ədədə böləndə qalıqda 2 alınır. Buranı təmizləyək, 189-a baxaq. Baxıram 189-cu suala. A ədədini 13-ə böləndə cavabda x qalıq 3 alınır. B ədədini 13-ə böləndə cavabda y qalıq 7 alınır. C ədədini 13-ə böləndə cavabda z qalıq 3 alınır. Keçən belə bir şey demişdim. Bizdən qalığı soruşur da, düzdür. Keçən də belə bir şey demişdim. Demişdim ki, məsələn, 128 tutaq ki, üstə gələ 56 ədədini bizə deyir ki, 3-ə böl. Biz bunu 3-ə böləndə toplayıb 3-ə bölüb qalıq tapmaq əvəzinə tutaq ki, böyük ədədlərdə ayrı-ayrı da bölüb qalığını yaza bilərik. 128-i 3-ə böləndə qalıq qalacaq 2. 56-nı da 3-ə böləndə qalıq qalacaq 2. İkisini cəmləyirəm. Yəni, ədədləri yazmaq yerinə mən qalıqlarını yazıram. Onlar onu zaten göstərir də bizə qalıq lazımdır. Olur 4. İndi 4-ü də 3-ə bölürəm. Cavab alınır 1, qalıq da alınır 1. Burada da proses eyni qaydada gedir. Ona görə əvvəlki videolarda tam baxmağınızı istəyirəm. Deməli, A-nı, B-ni, bir də C-ni bölüblər 13-ə. A-nı 13-ə böləndə qalıq 3 qalıbsa, mən elə A-nın yerinə qalığını yazaram. B-ni 13-ə böləndə qalıq 7 qalarsa, elə yerinə 7-ni yazaram. C-ni 13-ə böləndə qalıq 3 qalarsa, elə 13 yazaram. Cavab olur 13. Amma bir ədədə 13-ə böləndə qalıq 13 qala bilməz deyə həmin qalığı da bölürük o bölünənə, bir daha bölürük. Elə bir ki, cavab alınır 1, qalıq qalır 0. Deməli, cavab nə olur? Qalığı qalmaz. Baxırıq 190-cı suala. 88 bölü ədədinin A və B natural ədədlər olarsa, A, B cəmi ən az neçə olar? Deməli, 88 ədədini bölüblər 1 A-ya, cavab alınır B və qalıq da qalıb 3. Bizə A, B cəminin ən az qiymətini soruşur. Bunun üçün ən yaxşı birisi nədir? Bayaq kimi 88-dən 3 çıxmaq, cavab qalır 85. 85 də 5 vuraq 17 deməkdə, düzdür. Biz 88-i 5-ə bölərik, cavab alınır 17. 17-yə bölərik, cavab alınır 5. Sonra bir də 85-ə bölərik, cavab alınır 1. Amma 1-ə bölə bilmərik, çünki onda qalıq 3 qalmaz.
AB cəminin ən az qiymətini soruşur. 5 17 olanda olur 22, 17 5 olanda olur 22, 85 1 olanda olur 86. Ən kiçik qiyməti olacaq 22. Neçəsi iki ardıcıl tək ədədinin cəmi ola bilməz? 2 ardıcıl tək ədədin cəmi. Bir şey qeyd edim ki, biz tək ədədi qeyd edərkən ardıcıl tək ədədləri 2n plus 1, 2n plus 3, ardıcılda 2 kardır. Sonra 2n plus 5 kimi qeyd edirik. Və diqqət eləsəz 1, 3, 5, 7 bunlar nə edir? Deməli, bunlar nə edir? 1, 3, 5, 7 bunlar şey eləyirlər. 2 artırlar da düzdür. Ona görə 2 dənə ardıcıl tək ədəd. Birini götürürəm 2n plus 1. O birisini də götürürəm 2n plus 3. Bunları cəmləyəndə bizə verir 4n plus 4. Diqqət eləsəz bu cəm konkret səliqəli şəkildə 4-ə bölünür. Deməli, variantlardan hansı, verilmiş ədədlərdən hansı 4-ə bölünürsə, bunlar 2 tək ədədin cəmi ola bilər. İndi baxın. 142 4-ə bölünürmü? 142 4-ə bölünmür, ona görə cəmi ola bilməz. 244 4-ə bölünür, cəmi ola bilər. 248 4-ə bölünür, 2 ardıcıl tək ədədin cəmi ola bilər. 420 4-ə bölünür, 2 ardıcıl tək ədədin cəmi ola bilər. 582 4-ə bölünmür, ona görə cəmi ola bilməz. 584-ə bölünür, cəmi ola bilər. 364-ə bölünür, cəmi ola bilər. Deməli, bir 582 4-ə bölünmədi, bir də 142 4-ə bölünmədi. 2 dənəsi cəmi ola bilməz. Baxırıq 192-ci suala. Neçəsi 3 ardıcıl cüt ədədin cəmi? Cüt ədədləri də 2-dən başlayaraq qeyd edirik. Cüt ədədlər də 2 artır. 0, 2, 4, 6, 8. Elə bir ki, 2-nin üstünə 0 gəlir, 2. Sonra 2-nin üstünə 2 gəlir, cütləri gəlirik də 0, 2, 4, 6, 8-i. Üçüncü ədədimiz də olur, 4 gəlir, 2n plus 4. Bunların üçünü cəmləsəm, 2-nləri cəmləyəndə 2n, 2n, 2n verir 6n, üstə gəlir. 2 ilə 4-ü də cəmləsəm olur 6. Diqqət eləsiniz, bu cəm konkret olaraq səliqəli şəkildə 6-ya bölünür. 6-ını 6-ya bölürəm n, 6-ını 6-ya bölürəm 1. Yəni cəm olaraq bölünür. Biz demişik ki, cəmin bölünməsi üçün alınmalıdır, toplananlar ayrı-ayrılıqda bölünməlidir. Və bizdə də cəm bölünür 6-ya. Ona görə variantlardan baxırıq, hansı 6-ya bölünsə 3 ardıcıl cüt ədədin cəmi ola bilər, hansı bölürsə. 726-ya bölünür, cəmi ola bilər. 144 6-ya bölünürmü? Bölünür, o da 3 ardıcıl cüt ədədin cəmi ola bilər. 248 6-ya bölünürmü? Cüt ədədin cəmi ola bilməz. 426-ya bölünür, 3 ardıcıl cüt ədədin cəmi ola bilər. 581 bölünmür. 580 də bölünmür. 60 amma bölünür. Neçə dənəsi bölünmədi? 1 dənəsi bölünmədi, 2 dənəsi bölünmədi. İfsir, deməli 2 dənəsi 3 ardıcıl cüt ədədin cəmi ola bilməz. Neçəsi 4 ardıcıl tək ədədin cəmi ola bilməz. Deməli, ədədimin biri olsun 2n plus 1, o birisi olsun 2n plus 3, o birisi olsun 2n plus 5, o birisi də olsun 2n plus 7. Tək ədədlər qədər artırıq. Toplayanda 4 dənə 2n var, 8n. 1, 3, 5, 7. Bunu da cəmi verir, 16 verir, 16 verir. 8n plus 6, 16 ədədi konkret olaraq 8-ə bölünür. Mütləq həmişə çalışmalıyıq ki, m-in əmsalına bölə bilək. Bölməyirsə, indi başqa bir şeylər fikirləşərik də. Bölməriksə, məcburuq dənə-dənə bərabər eləməyə. 8n plus 16-nı bir dəfə 142-yə bərabər eləyəcək. Bir dəfə 244-ə, bir dəfə 248-ə. Bu yorucudur. Deməli, hansı 8-ə bölünə bilirsə, deməli, həmin ədədlər cəm ola bilər. 8-ə bölünənlər cəm ola bilir. 142 8-ə bölünə bilmir, cəm ola bilmir. 244 8-ə bölünə bilmir, cəm ola bilmir. 248 8-ə bölünə bilir, cəm ola bilir. 420 8-ə bölünə bilmir, cəm ola bilmir. 582 22, bu da bölünə bilmir, cəm ola bilmir. 580 56 20, bu da cəm ola bilmir. 368-ə
bölünə bilir. Ona görə cəmi ola bilir. Deməli 1 dənəsi, 2 dənəsi, 3 dənəsi, 4 dənəsi cəmi ola bilmir. Davam edirik 194-cü sualdan. Deyir ki, deməli, neçəsi 2 ardıcıl cüt ədədin cəmi ola bilər? Birinci cüt ədəd olsun 2, o birisi cüt ədəd olsun 2 vahid artır 2n plus 2. Bunların cəmi diqqət edin, bizə verir 4n plus 2. Belə olduğu halda biz mütləq demişdik ki, 4-ə bölə bilməliyik. Amma bu 4-ə bölünə bilmir. Ona görə məcburuq tək-tək əvəz eləməyə. Deməli, necə əvəz eləyirik? Ola bilər deyir özdə bizə. 4n plus 2-ni bir dəfə bərabər eləyirik 142. Olur 4n, 142-dən 2 çıxırıq 140. N də bərabərdir 144-ə bölünə bilirmi? Hə, bəli, bölünə bilir. Olur 35. Deməli, bu 2 ardıcıl cüt ədədin cəmi ola bilər. Birbaşa necə yaza bilərik? Hansından 2 çıxıb 4-ə bölünə bilirsə, onlar cüt ədədin cəmi ola bilər. 244-dən 2 çıxıram, 242. 242 4-ə bölünə bilmir, cəmi ola bilməz. 248-dən 2 çıxıram, verir 246. 4-ə bölünə bilmir, cəmi ola bilməz. 420-dən 2 çıxıram, olur 418. 4-ə bölünə bilmir, cəmi ola bilməz. 582-dən 2 çıxıram, 580. 4-ə bölünə bilir, cəmi ola bilər. 580-dən 2 çıxıram, olur 578. Deməli, qalmışdıq 578-də. 578 ədədi zəkkəldiyə saxlamalıdım. 580 idi. 2 çıxdıq 578. 578 ədədi 4-ə bölünürmü? 4-ə bölünmür. Deməli, bu da cəm ola bilməz. 360-dan 2 çıxıram. Qalır 358. 358 ədədi 4-ə bölünürmü? O da 4-ə bölünmür. O da cəm ola bilməz. 1, 2 dənəsi cəm ola bilər. Sonra baxırıq 195-ci sualı təmizləyək, sonra baxaq. Deməli 195-ci sual 3 ardıcıl cüt ədədin cəmi ola bilməz. Deməli bizdə birincisi 2n cütdür, 2n idi. Sonra ikincisi 2n plus 2, o birisi də 2n plus 4'dür. Toplayanda bunları 3 dənə 2n var, verir 6n. Üstə gələ 2 ilə 4'ü toplayanda olur 6. 3 ardıcıl cüt ədədin cəmi. 3 ardıcıl cüt ədədin cəmi olması üçün bu özü ilə 6'ya bölünür. 6'ya bölünürsə heç bir problem yox. Deməli 6'ya bölünənlər cəm ola bilər. 142 ədədi buna bənzər birinə baxmışdıq. Yəqin orada ola bilər soruşurdu. Eyni sual deyil bu. 3 ardıcıl cüt ədədin cəmi ola bilməz. Rəqəmləri dəyişib. Heç nə. İstəyir ki biz öyrənək. Deməli, cəmi ola bilənlər 6'ya bölünənlərdir. 6'ya bölünürsə, deməli cəmi ola bilər. Amma 6'ya bölünmürsə ola bilməz. Deməli, 142 ədədi 6'ya bölünürmü? 6'ya bölünmür. 6'ya bölünmür. Bir daha yoxlayayım, bölünmür. 244 ədədi 6'ya bölünmür. 248 ədədi 6'ya bölünmür. 420 6'ya bölünür. 582 442 6'ya bölünür. 580 ədədi 6'ya bölünmür. 360 ədədi 6'ya bölünür. 1 dənəsi, 2 dənəsi, sonra 3 dənəsi, 4 dənəsi 6'ya bölünmədi. Ona görə həmin ədəddə 4 dənəsi 3 ardıcıl cüt ədədin cəmi ola bilməz. 196-cı sual. Neçəsi 5 ardıcıl cüt ədədin cəmi ola bilməz? Mən bunun hamısını yazaq. Deməli, ədədlərdən 5 ardıcıl cüt ədədlərdir. Biri 2n'dir, o birisi 2n plus 2'dir, o birisi 2n plus 4'dür, 5 ardıcıl cütdür. 2n plus 6'dır və 2n plus 8'dir. Şimdi bunları cəmləmək lazımdır. 5 dənə 2n var, verir 10n. 2 üstünə 4 6, üstünə 6 12, üstünə 8 gələndə 20. Biz demişdik ki, mütləq n'in əmsalına bölünə bilməlidir. Bölünə bilmirsə dənə-dənə bərabər edib yoxlayırıq. Bizdə bölünür. Deməli bu ifadə konkret olaraq ona bölünür. Hansı ona bölünürsə deməli onlar cəmi ola bilər. 142 ona bölünmür, cəm ola bilməz. Cəm ola bilməz. 248 cəm ola bilməz. 420 ola bilər çünki ona bölünür.
582 10-a bölünmür, cəm ola bilməz. 580 10-a bölünür, cəm ola bilər. 360 10-a bölünür, cəm ola bilər. Deməli, 5 ardıcıl cüt ədədin cəmi 1, 2, 3, 4 dənəsi ola bilməz. Yəni, D variantı. 197-ci sual. Biz demişdik ki, əgər bir hasili 4-ə bölmək istəyirsə, ümumiyyətlə nəyə bölmək istəyirsə, həmin hasili tək-tək vurmaq əvəzinə, məsələn, 777, vuraq 888, vuraq 999. Bəzən düşür imtahanda, mix sertifikasiya imtahanında müəllimlər olur da, bizdə məsələn uşaqlarda daha çox olur. Vurmağa ərinirlər deyə sualı atıb gedirlər, yəni eynirlər. Burada konkret qaydası var. 4-ə bölünmədən alınan qalığı bizdən soruşur. Tək-tək vurmağa ehtiyac yoxdur. Tək-tək baxacağıq. 777 ədədini böləcəyik 4-ə. Bir ədədi 4-ə bölünməsi üçün qayda nədir? Son 2 rəqəmidir. 77-ni bölürük, 88-ə bölürük və 99-u bölürük 4-ə. 77-ni 4-ə böləndə qalıq qalır 1, 88-i 4-ə böləndə qalıq qalır 0, yəni qalmır. 99-u da 4-ə böləndə qalıq qalır 3, hasil olur 0. Hasilin 0 olması o deməkdir ki, bu hasilin 4-ə bölünməsindən qalıq qalmır. Və yaxud da belə bir şey öyrənmişdik. Vuruqlardan hər hansı biri 4-ə bölünürsə, deməli hasil 4-ə bölünür. Yəni 888-dən qalıq qalmışsa, deməli hasildən də qalmayacaq. 5-ə bölünmədən alınan qalıq bizdən soruşur. 777 vurulsun 888 vurulsun 999. 5-ə bölünmə qaydası nə idi? Son rəqəminə baxırdıq. Sonu 0,5 olan ədədlər 5-ə bölünürdü. Bizdə ədədin sonu 7-dir. Deməli qalıq qalacaq 2. 8-dir, qalıq qalır 3. 9-dur. 9-u 5-ə böləndə bir dəfə qalıq qalır 4. Vuranda verir 24. 24 qala bilməz. Variantlarda da zaten yoxdur. Ona görə 24-ü təzədən 5-ə bölürük. Yəni qalıqların hasilindən alınan cavabı da 5-ə bölürük. Görək qalıq nə qalır? Olur 4 və qalıq da qalır 4. Deməli qalıq 4 olur. Burada 4-ə bölünmədən alınan qalıq, 4-ə bölünmədən alınan qalıq bu dəfə də cəm verib, yenə həmən şeydir də, heç bir fərq eləmir. Biz baxacağıq son 2 rəqəminə, amma cəmləyəcəyik 77, 88 və 99. Bayaq 77-ni böləndə qalıq qalmışdı 1, 88-i böləndə 0, 99-u da böləndə qalıq qalmışdı 3. Bizdə buradan cəmi soruşur. Çünki toplamadır. Ədədlərin toplanmasından alınan qalıq, qalıqların toplanmasından alınan qalığa bərabərdir. Bir daha deyirəm, ədədlərin toplanmasından alınan qalıq, toplanmasından 4-ə bölünməsindən alınan qalıq. Həmin ədədləri ayrı-ayrılıqda 4-ə böldükdə alınan qalıqların cəminə bərabərdir. Yəni eyni şey. Bu verir 4. 4-ü təzədən 4-ə bölürəm. Cavab verir 1, qalıq qalır 0. Deməli, konkret bu ədədi topladıqda qalıq qalmır. Toplayıb 4-ə böldükdə qalıq qalmır. 9-a bölünməsindən alınan qalıq. 9-a bölünmədən alınan qalıq bilirik ki, rəqəmləri cəmidir. Hələ gedirik. Deməli, rəqəmləri cəmdir. Rəqəmləri cəmləmək lazımdır. 4 dənə 5 verir 20. 20-ni 9-a böləndə düşür 2, qalıq olur 2. Deməli, buradan qalır 2. 4 dənə 8 olur 32. 32-ni 9-a böləndə 3-ə 27, qalıq qalır 5. Burada qalır 5. Və 4 dənə 4, 16. 16-nı 9-a böləndə qalıq, cavab alınır 1, qalıq qalır 7. 2, 5, 7-nin hasili olur 70. 70-i təzədən 9-a bölürəm. 9-u 7-yə vuranda 63. 7 dəfə qalıq da qalır 7. Yəni alınan qalıq 7-dir. 201-ci suala bax. Cəmin 3-ə bölünməsindən alınan qalıq. 3-ə bölünmə ayrı-ayrı ədədlərin rəqəmləri cəminə bərabərdir. 4 dənə 2 verir 8. 8-i 3-ə böləndə düşür 2, qalıq qalır 2. Deməli, bura yazırıq 2. 4 dənə 7, 28. 28-i 3-ə böləndə düşür 9, 27, qalıq qalır 1. Və 3 dənə 4, 12. 12-ni 3-ə bölürəm, alınır 4, yəni qalıq 0-dır. 2, 1 bərabərdir 3. Amma ədədi 3-ə böləndə qalıq 3 qala bilməz. Ona görə təzədən 3-ə bölürəm, düşür 1, qalıq qalır 0. Yəni ifadədə qalıq qalmır. Baxırıq 202-ci suala. Deməli 202-də. 202-ci sualda.
Deməli, 17-yə bölünməsindən alınan qalıq neçədir? 13-ü 17-yə böləndə zaten qalıq ilə 13 qalacaq. 22-ni 17-yə böləndə bir dəfə qalıq qalır 5. 15-i 17-yə böləndə ilə qalığın özü gəlir, bitdi. 34-ü 17-yə böləndə 2 dəfə qalıq qalır 0. 18-i 17-yə böləndə bir dəfə qalıq qalır 1. Bütün hasil bizə verir 0. Deməli, qalıq qalmır. Bayaq dediyim məsələ. Vuruqlardan biri əgər bölənə bölünürsə, deməli hasil də bölənə bölünür. Gülləri 5-5 dəstələsə 4 gül, 6-6 dəstələsə 2 gül kənarda qalır. Deməli, bu deməkdir ki, 4 gül qalıq qalır da, elə bir ki, kənarda qalır. Demək ki, güllərin sayı elə rəqəmdir ki, bunu 5-ə böləndə qalıq 4 qalır. 6-6 dəstələyəndə, yəni 6-ya böləndə qalıq 2 qalır və 4-4 dəstələyəndə də qalıq qalmır. 4-4 dəstələyəndə qalıq qalmırsa, deməli 4-ə bölünən bir ədəd olmalıdır ki, 5-ə böləndə qalıq 4 qalsın, 6-ya böləndə qalıq 2 qalsın. İndi deməli, ədəd elə bir ədəd olmalıdır ki, 4-ə bölünə bilməlidir. Bunun içindəki 3 vuruğuna bölünə bilməməlidir. Sonra buradakı 5 vuruğuna bölünə bilməməlidir. Deməli, 4-ün bölənləri içərisinə baxsaq, bölünənləri içərisinə baxsaq, deməli, 4 olmaz, 8 olmaz. 8-i 5-ə böləndə qalıq 4 qalmır. Ondan sonra 12 olmaz, 16 olmaz. Sonra 20 5'e bölünür olmaz. 24 6'ya bölünür olmaz. 28 5'e de 6'ya da bölünmür ama qalıq 4-2 qalmır. Ondan sonra 32 olmaz. 32'nin 5'e böləndə qalıq 2 qalır. Sonra 36 olmaz. 36'nın 5'e bölünür 6'ya tam bölünür 36. 40 olmaz 5'e tam bölünür. 44 olsa baxın 44 ədədi. Deməli, bax 44 ədədi 5'ə bölürük. Cavab alınır 8, qalıq qalır 4 və 44 ədədin 6'ya bölürük, düşür 7 dəfə, qalıq qalır 2. Üstədə deməli 44 imiş. Deyir ki, ən az qiymətini göstərən ədədin rəqəmləri hasilini, ən az qiyməti 44'dür. Bunun rəqəmləri hasili bizə verəcək 16. Təmizləyə davam edək. Deməli, yenə eyni qayda. Gülləri 6-6 dəstələsə, yəni 6'ya bölünə bilirsə, qalıq 2 qalır, tam bölünə bilmir. 7'yə bölünə biləndə qalıq 1 qalır. 5-5 dəstələsək də kənarda gül qalmır. Deməli, 10 olmaz. Ondan sonra 15 olmaz, qalıq 3 qalır 6'ya böləndə. Birinci 6'ya bölünə bilməni yoxlayıram. 15 olmaz. Sonra 20 6'ya bölünür, qalıq 2 qalır, amma 7'yə bölünə bilmir. 25 qalıq 1 qalır 6'ya böləndə. 30 6'ya tam bölünür. 35 7'yə tam bölünür. 40 6'ya bölünəndə qalıq 4 qalır. Ondan sonra 45 6'ya bölünəndə qalıq 3 qalır. Sonra 50 6'ya bölünəndə qalıq 2 qalır. Hə, şu 50'dir. Baxın 50'ni 6'ya bölürəm, düşür 8, qalıq qalır 2. Ondan sonra 50'ni 7'yə bölürəm, düşür 7, qalıq qalır 1. Üstü deməli 50 imiş, ən az qiyməti 50'dir. Bizə deyir ki, ən az qiymətini göstərən ədədin rəqəmləri cəmini bizdən soruşur, yəni olur 5 0 5. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 8500 alınan 5'ə bölükdə qalıqda 3 9'a bölükdə qalıq qalmayan 8500'dən böyük olan. Deməli baxın. Deməli, şərtləri dənə-dənə əgər qısa kənarda yazsaz ki, mən yazmayacağam. Belə yazaq da 5'ə böldükdə qalıqda 3 qalır. Ondan sonra 9'a tam bölünür, qalıq qalmır. Özü də 8500'dən böyükdür. 8500'dən 5'ə böldükdə qalıqda 3 qalıb, 9'a böldükdə qalıq qalmır. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 8500 olur. Belə bir şey deyək də. Böyük olan ədədin rəqəmləri hasil.
Deməli 8500-dən yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 8500 alınır. Özü də bundan böyük şeydir, deməli hansıdır? Nə edirik? Üstünə yüzlük mərtəbəsinin yarısını gəlib 1 çıxırıq, qalır 8549. Deməli ən böyüyü 8549-dur. 8549 5-ə bölünəndə qalıq 3 qalmır. İndi bizə 9-a bölünə bilmə lazımdır. Gəlin salamatı belə eləyək. Deyir ki 8500-dən böyük olmalıdır. Düzdür? Mən də yazıram 8500 AB. Birinci 9-a bölünməni yoxlayacağım. 9-a bölünəndə cəmi 13 üstəgələ A üstəgələ B verir. Deməli 40-lıqdan birinci yoxlayaq. A-nı tutaq ki götürək 4-dür. A olsun 4. 5'e böldükdə qalıqda. 5'e böldükdə birinci qalıqda 3 qalmanı yoxlayaq. Deməli, 8500-dən böyükdür. Mən başqa yolla izah eləməyi düşünürdüm. Amma baxıram ki, o biraz tapbaca olur da. Belə qayda ilə yazmaq daha rahatdır. Daha yaxşı olar sizin üçün. 8, 5 AB ədədi var. Bu ədəddən 5'e böldükdə qalıqda 3 qalır. 5'e bölünmə qaydası nədir? Sonu 0,5 olmalıdır. Qalıqda 3 qalması üçün bu ədədin sonu ya 3 olmalıdır ki qalıqda 3 qalsın, sonuna baxırıq da, ya da ki 8 olmalıdır. 5'ə böldükdə 1 qalıqda 3 qalsın. Bunu yoxladım. İndi 9'a bölünə bilməni yoxlayıram. 8 5A, bir də 8 5A. Deməli məndə 2 dənə ədəd alındı. Biri 8 5A 3. O birisi də alındı 8 5A 8. Bu ədədlərin rəqəmləri cəmini yoxlayaq. Deməli 8 5 13 üstünə 3 olur 16 plus A. 9'a bölünə bilməsi üçün A2 olmalıdır. Bir də bunu cəmləyəndə 16 üstünə 5 gələndə 21 plus A. Bunu da 9'a bölünə bilməsi üçün A 6 olmalıdır. İndi hansıdır? Deməli, bir daha oxuram. Yüzlərə qədər yuvarlaqlaşdırdıqda 8500 alınır. Mən 8523 götürmüşəm. Ay sağ olun, bax gəlirəm. Tamam. Dedik ki 1 2 olmalıdır, 1 3 olmalıdır, düzdür? Ya A2 olmalıdır, yəni 8523 olmalıdır. Ya da A6 olmalıdır, 8568 olmalıdır. Diqqət edin, bu ədədi yüzlüklərə qədər yuvarlaqlaşdıranda cavab 8600 verilir. Bu olmaz. Deməli 8523 olmalıdır. İndi deyir ki olan ən böyük ədədin rəqəmləri hasili 8500, deməli 8523-ün rəqəmləri hasili olur 240. Yüzlüklərə qədər yuvarlaqlaşdıranda 500 alınan, deməli 500 alınır. Deməli 4'ə böldükdə qalıqda 3 qalır. Bunu da qırmızı yazaq yuxarıdakinin qarşımasın. Deməli 4'ə böldükdə qalıqda 3 qalır. 5'ə böldükdə də qalıq qalmır. Yəni yoxdur. 5'ə də tam bölünür. Ən böyük ədədlə bu şərtləri ödəyən ən kiçik ədədin cəmi. Ən böyük ədədlə ən kiçik ədədin cəmi. Məncə belə bir şey eləyək. Biz birinci baxaq ki, yüzlüklərə qədər yuvarlaqlaşdıranda 500 alınan ən böyük ədədlə ən kiçik ədəd ki, hansıdır? Bunu tapmaq üçün 500-dən yüzlük mərtəbəsinin bir dəfə yarısını çıxırıq. Qalır 450. Yuvarlaqlaşdırdıqda 500 alınan ən kiçik ədəd 450-dir. Bir dəfə də yüzlük mərtəbəsinin yarısını 50'nin üstünə gəlib 1 çıxırıq. Yəni olur 549. Deməli, yuvarlaqlaşdırdıqda 500 alınan ən kiçik ədəd 450-dir. Ən böyük ədəd də 549-dur. Bunu yoxladıq. Bunu tapdıq. Sonra buranı təmizləyək. Bu bizə lazım deyil. İndi başlayırıq 5'ə bölünə bilməni. 5'ə bölünəndə qalıq 0 qalmalıdır. 5'ə bölünəndə 0 qalmalıdır. 4'ə bölünəndə 3 qalmalıdır. Elə 450'nin özü 5'ə bölünəndə qalıq 0 qalır. Amma 4'ə bölünəndə 3 qalırmı? Xeyr, 4'ə bölünəndə 2 qalır. Ona görə qalxıram 450'dən yuxarı. Götürürəm 455'i. 455
5-ə tam bölünür, 4-ə bölünəndə də qalıq 3 qalır. Okeydir, bu ödədir. Deməli, ən kiçiyi budur. İndi 549 yoxlayıram. 549 5-ə bölünmür. 549-dan düşürəm aşağı. Götürürəm 545. 545 ədədim. Deməli, 5-ə tam bölünə bilir. 5-ə tam bölünə bilir. Amma 4-ə bölünəndə qalıq 3 qalmır. 540 ədədi 4-dən tam bölünür, olmaz. Amma 535 ədədi ola bilər. 535 ədədi ola bilər. 535 ədədi 5-ə tam bölünür, 4-ə bölünəndə də qalıqda 3 qalır. Hardan bilirəm? Son 2 rəqəminə baxıram. Axı 4-ə bölünmə qaydası son 2 rəqəmidir. Deməli, ən kiçiyi 455-dir, ən böyüyü 535-dir. Bunların cəmini bizdən soruşur. Olur 990. Yəni D. Baxırıq bura, təmizliyə sonra baxaq. Deməli, bərabərsizliyi bilirik ki, qalıqlı bölmə əməlində bölən 8A plus, deməli və həmişə bilirik ki, həmişə bölən qalıqdan böyük olmalıdır ya da qalıq böləndən kiçik olmalıdır. Böləni 8A plus 2-dir, bölənə yazıram 8A plus 12, qalığı da 3A plus 32-dir, qalığa da yazıram 3A plus 32. Bunu belə bərabərsizlik kimi də yaza bilərsiniz, yerinə qiymət də qoya bilərsiniz. İndi 8A qalır öz evlərində, plus 3A keçir sol tərəfə olur minus 3A. Bərabərsiz işarəsi yazılır, 32 yazılır. 12 üstə gələk 12-dir, keçir sağ tərəfə olur, çıxaq 12. 8A-dan 3A çıxırıq, qalır 5A. 32-dən 12 çıxırıq, 20. A böyükdür, 20-ni 5-ə bölürük, olur 4. Deməli, 4-dən böyükdür. Bizə deyir ki, A-nın ala biləcəyi ən kiçik qiymət 4-dən böyük ədədlər hansılardır? 5, 6, 7, 8, 9. Bizdən ən kiçiyi soruşur. Olacaq 5. Dediyim kimi, yerinə qiymət də qoyub yoxlarsınız. 1, 2, 3, 4 qoyanda bölən qalıqdan böyük olmur. Bir dənə 5-i qoyanda bölən qalıqdan böyük olur. Deyirsiniz ki, deməli, cavab 5-dir. Yenə eyni qayda bölən 10A. Amma məncə yenə bərabərsizlik kimi yazmaq daha rahatdır. 5A plus 27 böyükdür. 10A-dan 5A çıxıram, qalır 5A. 27-dən də 2 çıxıram, qalır 25 və bölürəm də olur 5. 5-dən böyük ədədlər ödəyir bərabərsizliyə görə. 6, 7, 8, 9, 10, 11 belə davam edir. Bizdən ən kiçik qiymətini soruşur, ona görə olur 6. Baxırıq 209 ədədinə. Ədədi 7-yə bölükdə qalıqda 5 qalır. Deməli, hər hansı bir ədəddir. Bunu 7-yə bölürlər. Qalıqda 5 qalır. 5 qalır. Həmin ədədin yüzlük mərtəbə vahidinin sayını 2 vahid artırıb onluq mərtəbə vahidini. Heç nə. Deməli, həmin ədədin yüzlük mərtəbə vahidinin sayını 2 vahid artırır. 2 vahid yüzlüyü artırmaq tutaq ki, A ədədidir. Bu A ədədinin 2 vahid yüzlüyünü artırmaq 2 dənə yüzlüyü artırmaq deməkdir. Çünki bilmirəm neçə rəqəmlidir, bunun nəyi var, nəyi yox, hansı ədədidir, nədir. Yəni, rəqəm oturub seçməkdəsə belə yazmaq daha rahatdır. Onluq təklik mərtəbə sayını 5 vahid azaldıram. 5 dənə onluq azaldıram. Sonra 5 dənə də təklik azaldıram. O zaman A ədədi 200 minus 50, 150, 5 də çıxanda olur 145. A ədədi çevrilir buna. A plus 145. Yəni 145 vahid artır. İndi deyir ki, yeni ədədi 7-yə bölsək baş verər. A-nı 7-yə böləndə qalıq 5 qalırdı. Elə yerinə yazaram 5. Çünki ədədin özünün yerinə qalığını yaza bilərik. Bölünmədə bizdən qalığı soruşursa. 145-i də 7-yə böləndə düşür 20. Burada da qalıq qalır 5. Bərabər olur 10-a. Onu da 7-yə böləndə düşür 1. Qalıq da qalır 3. Deməli, yeni ədədi 7-yə bölsək qalıqda 3 qalır. Baxırıq 210-cu və sonuncu suala. Videonu bəyənməyə, kanala abunə olmağı unutmayın. Deməli, ədədi 8-ə böldükdə qalıqda 2 qalır. Deməli, mənim bir A ədədim var. Bunu 8-ə böləndə qalıqda 2 qalır. Həmin A ədədinin başına oynaçırlar. Həmin ədədin onluq və yüzlük mərtəbə vahidlərinin sayını qalıqda 2 qalır. Həmin ədədin onluq yüzlük mərtəbə vahidlərinin sayını 7 vahid azaldırlar. Deməli, 7 dənə onluğunu azaldırlar. Sonra 7 dənə yüzlüyünü azaldırlar. Minlik mərtəbə vahidinin sayında 1 vahid artırırlar. Bir dənə də minliyini artırırlar. Deməli, A yazıram. Birinci, mən yerini dəyişə bilərəm ifadədə. 1000-dən 700 çıxanda qalır 300. 300-dən də 70 çıxaram. Yeri dəyişə çıxaram da. 300-dən də 70 çıxaram.
qalır 300-dən 70 çıxanda qalır 230. Deməli A ədədi 230 vahid artıb. Siz istəsiniz birinci minliyi artırıb bunu birinci yazıb o birisləri sonra yaza bilərsiniz. Fərq eləmir. İndi gəlin bunları 8-ə bölək. A-nı 8-ə böləndə qalıq zaten 2 qalır. Qalır 2 üstə gəlir. 230-u 8-ə böləndə nə qalır? 16. 8 2 16 qalır 70. 70-də də 8 8 64 qalıq qalır 6 bərabərdir 8. Deməli bunun 8-ə bölünməsinə alınan qalıqları cəmi 8-dir. Amma qalıq 8 qala bilməz 1. Qalıq qalır 0. Deməli həmin ədədin neynəsək də axırda nəticədə qalıq qalmayacaq, qalıq qalmaz. Belə sağ olun, görüşənədək hələlik.